Şahidim. Aha, başlayaq. Deməli, bugünkü mövzumuz şərt operatorudur. Hansı ki, biz alqoritmlə keçirdik uşaqlar onları rombun içində şərt veririk. Eyni mövzunu bu günləri biz keçəcəyik. Pythonda necə şərt veririk, şərtdən asılı olaraq necə işləyir proqramımız, ona baxacağıq. Şərt operatorlarımız 3 şərt operatorumuz olacaq. If, else, bir də elif. Başlayaq if ilə. If şərtimiz, yəni ilkin şərt ifdir. If olmadan biz elif ya da s verə bilmirik. İlk şərtimiz if olmalıdır mütləq. Deməli, əgər. Məsəl üçün, bir ədəd vermişik. Hər hansı bir ədəd. Soruşuq ki, əgər. Əgər a kiçikdirsə sıfırdan. Print et ki, daxil edilmiş ədəd mənfidir. Deməli, şərt oldusa, bir şərt verildisə, o şərtin görəcəyi iş onun daxilində olur. Biz bilirik ki, artıq bu bunun daxilindədir. Bunun doğruluq halında, yəni şərt ödəndiyi halda bizə bu çapı verəcəkdir. Print daxil edilmiş ədəd mənfidir və yaxud da print 5, print 3 və yaxud da hansısa bir əmr daxil edəcək ki, A bərabər olsun ABS A-ya, modulda A-ya, yəni müsbət edəcək onu. Hər hansı bir əmr edəcək. Yəni if-lə bu print alt-alta olsaydı, artıq bu printimiz if-dən, şərtdən asılı olmayacaqdı. Biz elə başa düşəcəkdik ki, bu müstəqil printdir, heç bir şərtdən asılı deyil. Amma biz onu onun daxilində görürük deyə buna bir tab aiddir də, bir tab içində olur şərtin. Bir tabda 4 boşluq deməkdir, sizə demişdim onu. 4 boşluq qədər içərisində olur və bilirik ki, artıq bu şərtin görəcəyi iş bu formada verilibdir. Quruluşunu gördünüz necə olur? If operatoru olur. Elifdə də eyni formada olur. If operatoru olur. Daha sonra şərt verilir. Hansı şərt icra olunacaq? Daha sonrası mütləq formada 2 nöqtə qoyulmalıdır. Qoyulması işləmir. Sonra isə şərtin doğruluğunda yerinə yetiriləcək əmr, bayaq dediyim kimi bir tab içəridə yazılacaq. Tabdan sonra, yəni bu əmrdən sonra 2 nöqtə qoyulmamalıdır uşaqlar. 2 nöqtə yalnızca burada olur. Bəzən bunu karxıb burada qoyurlar və yaxud da qəsdən qoyurlar ki, doğru versiyanı seç. Burada olmamalıdır. If olmalıdır, şərt olmalıdır 2 nöqtə. Elif olanda da bu formada olacaq. Else-də fərq nə olacaq? If operatoru olacaq və 2 nöqtə olacaq. Else şərt verilmir. Else özündən əvvəlki şərtin əks halıdır. Həmişə əks hal olur, əks haldası olur. Yəni bir şərt deyil, həmişə sonuncu şərtin əks halıdır. Yəni mən sənə deyirəm ki, yemək yemək istəyirsən, bu mənim şərtimdir. Hə deyirsənsə, artıq ifdir də, if gerçəkləşdi, yemək verirəm sənə. Əks halda yemirsən. Əks halda bir şərt yoxdur. Əks halda hə yemədin, heç bir şey. Vəssalam. Şərtlər alt-alta verilə bilər uşaqlar bu formada. Görürsünüz burada. If veribdir. Deyirəm ki, ədəd bərabərdir 10-a. İndi bura baxanda, Ayxan nə başa düşürsən, nə deyir sənə? Nə çap olunar? Burada müəllim birinci Emrah Nizami Seyid Aha, bu şərt ödəndi elə if yukarı. ədəd böyükdür 3-dən Əmraha çap Evet. elədi. Daha sonra Sonra Nizami yani if çap ədəd olundu. 4'ten böyüksə o da olur. Aha, Seyid de olur. Eee aha. ikisi de 6 olmur. Bir Lamiyə de çap olunmur. Aha. İlqar ona bərabərdir. İlqar çap olundu. Əla. Yəni ki, biz görürük ki, bir neçə şərt veririk və bu şərtlər heç biri bir-birindən asılı deyil. Əgər ədəd böyükdürsə çap et, əgər budursa çap et, əgər böyükdürsə 5-dən çap et, altdan kiçikdirsə çap et. Hansı şərtlər ödənirsə çap etdik. İndi keçə bir başqa nümunəyə. Eyni nümunəyə oxşuyur, ancaq bir-birinin daxilindədir. İndi görək ki, buradakı fərq nədədir? Aytaç, baxanda nə görürsən birinci koda? Mən burada 3-dən böyükdür deyə Əmrah çap eləyib, 4-dən böyük deyə sonra Nizamini çap eləyib. Aha. Hər səfərində dəyişir yəni. Necə yəni?
Nə dəyişir? Ədədə görə də, yəni 3-dən böyük olanda Əmrah Aha, çap davam elədi. elə. 4-dən böyükdə Ədəd 10-dur. Ədədi Nizami dəyişməmişik ki. Ədədi heç nəyə mənimsəməmişik. Ədədimiz 10-dur. Aha, Əmrahat çap elədi. Narahat olma, dərsi indi keçirsən, səhv də deyə bilərsən. Hələ izah eləməmişəm onsuz da. Prosta fikrini bilmək istəyirəm, görüm nə fikirləşirsən. Aha. Sonra 4-dən böyükdə Nizamini çap elədi. 5-dən böyük olanda Səidi, 6-dan kiçik idi. Kiçik olmadığı üçün Lamiəni çap elədi. Ona bərabərdir deyə İlqarı çap elədi. Ana. Yox, indi bax İlqar çap olunmayacaq burada. İndi baxaq görək nəyə görə. Bax bayaqki nümunədə görsüz 6-6 idi. Elə bil ki, hərəsi bircə saniyə. Bəli. Salam. Salam. Bəli, buyurun. Etmişəm. Etmişəm. Ha, üzr istəyirəm. Deməli, burada elə bir fərz edin ki, uşaqlar bir otaqdır, düzdür? Ayrı-ayrı otaqlardır bunlar. Hamısının öz açarı var. İf açarını aça bilməsəz belə, məsələn, bu otağı aça bilməsən də, bu otağı açırsan, başqa otaqda bunun açarı var səndə. Bunu aça bilməsən də, bunu açırsan məsəl üçün. Aydındır? Hərəsinin öz açarı var. Amma indi fərz edin ki, bir saniyə niyə getmədi bu? Hə. Orada sonuncuda ədəd 2 qat bərabərliyi onu nəyi bildirirdi? Ədəd ona bərabərdirmi? Riyazi operatorlar bölməsi var orada kitabda. Onu zəhmət olmasa oxuyarsan Python kitabından. Olur. Ha. Deməli, indi burada da bu dərsdə də bir dəfə də göstərəcəm onları sizə. Deməli, uşaqlar, baxdıq ki, burada biz orada 6-6 aydı. Amma burada elə bir ki, fərz edin ki, bu if özündən sonraki if. Birinci ifin daxilindədir, görürsünüz. İndi fikirləşin, bu bir otaqdır, bu otaqda bunun içindədir. Siz bu qapını aça bilməmiş, digər qapını aça bilərsiniz. Mümkündür elə bir şey, bir qapını açmamış, onun içindəki otağın qapısını Evet. açasan. Mümkün deyil. İndi baxırıq, ədəd böyükdür 3-dən. Print elə Əmraha, bəli, böyükdür. Ədəd böyükdür 4-dən, bəli, Nizamini print elə. Ədəd 5-dən böyükdür, bəli. Artıq bu qapı açıldı da, ifə girildi. Ədəd kiçikdir 6-dan, yox. Bunun elə bir ki, qarşısına bir fikirləşin ki, bir kres qoydu da, çıxma oldu. Artıq bundan içindəkinə uşaqlar baxa bilməyəcək. Başa düşürüz? Bu şərt doğru olsa belə, bu qapı açılmadığı üçün, bura keçid eləyə bilmədiyi üçün, onun daxilindəkinə də baxa bilməyəcək. Aydındır, nə demək istədiyim sizə? Qızım, aydındır Aytac? Niyə olmadığı? Mən başa düşdüm. Burada onda Başa- axırda Səid olacaq da çap olunacaq. Aha, deməli burada Əmrah, Nizami və Səidi çap etmiş olacaq. Əla. Bəli. Sonra Aha. Deməli, əgər bir if operatorun daxilində başqa if operatoru varsa, birinci şərt ödənmədikdə ikinci, yəni daxilindəki şərt yoxlanılmır. Daxili şərtlər yalnız daxil olduqları şərt operatorun doğruluq halında yoxlanır. Keçdik. Bax, sənin dediyin hissəyə gəldik, Dəyanət. Müqayisə operatorları. Bax, ifadə nədir? A, B-yə bərabərdirmi? Nida bərabər A, B-dən fərqlidirmi? Böyükdür işarəsi. A, B-dən böyükdürmü? Kiçikdir işarəsi. A, B-dən kiçikdirmi? Böyükdür bərabərdir işarəsi. A, B-dən böyük və ya bərabərdirmi?
A B-dən kiçik və ya bərabərdirmi? Burada uşaqlar böyükdür bərabərin yerinin əhəmiyyəti var. Bərabərdir, böyükdür qoysaz işləməyəcək. Aydındır. Bərabərdir, nidə qoysaz işləməyəcək. Yəni işarənin yerinin fərqi var bu arada. Bu da operatorlarımız. Gəldik else. Else əks halda deməkdir. Biz bayaq yazılışında dedik ki, else'in içində şərt yazılmır. Else həmişə özündən bir öncəkinin vəziyyətinə baxır. Özündən bir öncəki hansı haldadır, doğrudurmu? Doğrudursa else icra olunmur, yanlışdırsa else icra olunur. Yəni eyni blok sxemdəki kimi. Baxırıq, deyir A böyükdür, bərabərdir 5-dən. Məsələn, A-ya bir təxmini rəqəm verir, məsələn 6 verir. Bu zaman nə olacaq? A olacaq 6 üzərinə gəlinsin 3. 9. Print A. Artıq else baxmayacaq. Else yoxdur onun üçün. Öz sırasındakı else'dən gedir söhbət. Baxın. Həmişə öz sırasına görə baxmalısınız. Öz necə deyim, üfüqü yox. Şaquli deyirlər ona, üfüqü uzunluğa. Uzunluğa nə deyirlər? Şaquli, üfüqü həmişə qarışdırıram onu. Şaquli. Şaquli istiqamətdə. Hə, üfüq belə olur, düz deyirsən. Öz şaquli istiqamətində ki else-dən müqayisə olunur. Çünki daxili if else-ləri görəcəyik birazdan. Deməli, artıq else ümumiyyətlə baxılmadı, else icra olunmadı. Amma məsəl üçün if-ə versəydik 2, A-ya versəydik 2, A-nı input olaraq 2 götürsəydik, əgər A böyükdür, bərabərdirsə 5-dən, else şərtinə düşəcəkdi. Şərti ödəməyəcəkdi. Gələcəkdi else, A-nın üzərinə 6 gələcəkdi. Print edəcəkdi 8-i. Aydındır uşaqlar. Yəni burada bir çətin bir şey yoxdur. Ən rahat bölmələrdən biridir. İndi baxırıq. A ədədini daxil etmişik. Yəni nəyə görə 1.9 ədədini vermişik? Yəni bu proqramda nə görsən, inputu necə vermişik? Doğru vermişik, yanlış vermişik. Inputlar necə verilirdi keçən dərsdən? Hə, Dəyanət? Dəyanət. Bəli. Inputlar necə verilirdi, inputlar? Burada niyə float vermişik inputu? Int yazmamışıq, inputu yazmışıq. Float yazmışıq. Dəqiq ədəd olduğu üçün. Bəli, nöqtəli ədəd olduğu üçün burada float vermişik. Burada mətin versəydik, yəni necə yazardıq? STR versək necə yazardıq? Int mətərizənin içində elə yazarıq. Yox, mətin versəydik STR. Sübhan necə yazardıq mətin versəydik? Müəllim, satırı yazıb mütəzəni bağlayıb input. Səhvsən STR Sübhan. Yox, səhv deyirsən. Aytəc necə yazardıq? Həmən mətn verəndə heç nə Elektronla yazmayacağıq input da. yazardıq da, bir dəfəli input yazarıq. Bəli. Susmaya görə mətn daxil ediriksə sadəcə input yazardıq. STR filan yazmazdıq. Bəli. A bərabərdə float input qoyduq. Ara-ara belə dərsdən də soruşacağım sizə. Deyir ki, A bərabərdirmi 1.9-a? İndi gəlin baxaq. A-nı verək. Məsəl üçün 2 verək A-ya. A 2-dir. A 2 olsa birbaşa nə çap eləyəcək? Yəni nə çap eləyər A 2 olsa? 2.0. 2.0 çap eləyəcək elə, düzdürmü? Çünki if-ə daxil olmadı, else getdi. Yaxşı, deyək ki, A-nı elə 1.9 veririk. Bu zaman nə daxil olacaq? Nə olacaq? Print elə 1.9. Printə 1 verəcək, hə? Printdən 1.9 veririk. Print yox, printdən inputdan mənə də karıq durursan. Input verdik ki 1.9, A 1.9 nələr çap olunacaq? 1. Şun? Yox, 1.9. Yox, 1.9 niyə? A-ya verdik ki 1.9 A daxil 1. Necə? 1.9 daxil eləyibsə, yəni nöqtə ilə varsa elə printə 1.9 olmayacaq. Yox, bax. Deyir ki, əgər oxuda A bərabərdirsə 1.9-a. Hədi yox.
Hərdir də A-nı 1.9 vermişik. Hərdir mi burası? Lənət. Bəli. O zaman daxil olur. Deyir ki, print elə biri. Biri çap etdi. Doğrudur. Bəli. Düşürük aşağıdakına. İndi yenə soruşur. A böyükdürmü 1.1-dən? 1.9 böyükdür 1.1-dən. Bəli, böyükdür. Amma bizə orada o anı, bu printdə anı soruşmur ki. Printdə Yoxsa bir verir. print. Printdə hara vermişik? Bu Ya print. burada print. Print yox. A-nı burada daxil edir. Inputla daxil edir. Print çap etməkdir. Deyir print elə. Çap elə biri. Nəticədir. Print nəticədir bizdə. Bizim ədədimiz bax bu inputdan daxil olur. Mən deyirəm ki, A-ya 1.9 verdik. Nə edəcəkdir? A 1.9-dur. Bəli. Soruşsan, əgər A 1.9-dursa, yəni proqram səndən bunu soruşur. Print elə biri. Biri çap elədi. Sonra yenə deyir. Əgər A böyükdürsə 1.1-dən böyükdürmü? Hə. Print elə 2-ni. 2-ni də çap eləyəcək. Artıq 1 və 2 çap olundu hər ikisi. Amma A-nı 2 versəydik və yaxud da nəsədən 1.9-dan fərqli istənilən bir ədəd versəydik, if-ə daxil olmayacaqdı, birbaşa else gəlib A-nın özünü çap edəcəkdi, print edəcəkdi A-nın özünü. Ya axı orada əgər A 2 versə A-nı məsələn də print elə Ha. 1 eləyəcək. Yenə 2 1.1-dən böyükdür. Yenə 2. Ay bala, yox. 2 verdi, printə 2 verdi. A-ya 2 verdi, düzdür? Soruşur, əgər A bərabərdirsə 1.9-a bərabərdir. Xeyr. Xeyirdirsə, bu if var, ha görsən. Bu if oldu elə ki, səhv, yanlış. Aydındır. Və bu ifin sırasına gələcək, elsinə daxil olacaq onun. Artıq bu ifin daxilindəki heç nəyi görməyəcək. Öz sırasındakı elsə gələcək, print edəcək A-nı. Els nə deyir? Deyir print elə A-nın özünü. Yəni elə 2-ni də print edəcək və yaxud da 5 verək. Fərqi yoxdur. 5.3 verdi. 5.3-ün özünü print eləyəcək. Aydındır. Bəli. Yəni şərtə daxil olmadı. Şərtə daxil etmədi. Məsəl üçün, mama deyirsə ki, sənə, deyir ki, Dəyənət, get gör. Çaydan qaynayırsa altın söndür. Düzdür? Sən gedib baxırsan ki, çaydan qaynayırsa altın söndürəsən. Düzdür? Sən deməyəsən ki, yox, elə buz kimidir, hələ qaynamayıb söndürülmə nə fərqi var ki? Şərt nədir? Ona doğru getməlisən. Əgər çayın 100 dərəcədədirsə, qaynayırsa, nə edəsən? Söndürəsən, verilən şərti eləyəsən. Əks halda heç nə eləməyəsən, özü kimi qalacaq. Başa düşdün, qaynamağa davam edəcək. Bəli. İndi burada olsaydı sübhan. Olsaydı ki, əgər A kiçikdirsə 1.1-dən, bax bu şərtdən. A böyükdür Aha, 1.1 yox, kiçikdir 1.1 olsaydı nə baş verərdi? Müəllim, məsələn tutalım A-ya 5 verdi. Onda məsələn 1.9-a Yox, 5 bərabər. verməmsən. A 1.9 deyil. A-nı Aha. 1.9 vermirsən. Aha. Onda 2 çap olunmayacaq da. 1.9 1.1-dən kiçikdir axı. Elə bir çap olunmur onda. Bir çap olunacaqdı. Bəs S? Eysə getmər axı bu. Eysə Ay getəcək. sağ ol. Düz deyirsən, doğrudur. S getməyəcək. Çünki bu S özü ilə şaqlı istiqamətdə olan ifin elsidir. Bunun elsi deyil, daxili ifin elsi deyil. Bu ifin elsi yoxdur, natamamdır. Aydındır, sadəcə biri çap eləyəcəkdi. Burada kiçikdir işarəsi olsaydı. Keçdik. Aha. İndi baxaq görək bir neçə if varsa elsimiz necə hərəkət edir. Baxdıq. A-ya verdik tutalım ki 3. A-ya 3 verdik. Bizdə edəcək nə? Kafi sözünü çap edəcək. Doğrudur. Sonra baxacaq bu ifə. Dedik ki, iflər bir-birindən asılı deyil. 4, yaxşı, yox. Əla, yox. Nəyə gəldi? Siz əlaçı deyilsiniz. Artıq bunu çap edəcək. Siz əlaçı deyilsiniz. Çap edəcək. Aydındır. Bir saniyə. Niyə onu çap edəcək? Çünki axı dedik ki, S özündən əvvəlki ifin, şaquli istiqamətdəki özündən əvvəlki ifin elsi olur.
Deməli, bu A bərabərdir 5 səhv olduğu üçün artıq elsi çap edəcək bizdə. Başa düşürsünüz uşaqlar nə demək istədiyimi? Aydındır nə demək istədim. İndi A-ya 4 versək görək nə olur. A-ya 4 versək, yaxşı sözün, kafi sözün çap etməyəcək, yaxşı sözün çap edəcək, əla sözün çap etməyəcək, bir də siz əlaçı deyilsinizi çap edəcək. Çünki 5 yanlış oldu axı ona görə. İndi isə A-ya 5 verək. A-ya 5 versək görək nə olur. Əlanı çap edəcək. Əlanı çap edəcək. Vəssalam. Yəni kafini çap etməyəcək. Ödənmədi şərt. Yaxşını çap etməyəcək. Ödənmədi şərt. Elsidə də nə yazılıb? Siz əlaçı deyilsiniz. Elsi də ödəməyəcək. Nəyə görə? Elsin bir öncəki ifi, yəni şaqlı istiqamətdəki öz ifi doğru olduğu üçün elsi də ödəməyəcək. İndi gəlin baxaq. Bu blok sxemi incələyək. Baxın uşaqlar şərt qoyurduq blok sxemdə doğrudur. Doğrudursa, gəlirdi bu hissəyə. Hə. Bu da yanlış qolu olurdu. Bu da nə idi? Doğru qolu nə olurdu? Bizdə if-də gördük ki, ifi gerçəkləşdirir. Yanlış qolda olurdu, else olurdu. Bəs yaxşı. Şərtin içində şərt olsa necə olar? Yəni bir şərt var və onun içində də bir şərt var. Bu zaman nə baş verər? Deməli, dedik ki, bizim yanlış qolumuz nədir? Else'dir. Düzdür, else. Doğru qolumuzsa ifdir. Else'in içində şərt açılanda bunun yenə doğru kodu və yanlış qolu olacaq axı. Doğrudur. Yenə bunun içində hə olacaq və yox olacaq. İndi baxaq. Dedik ki, if nədir bizdə? Doğru qolumuzdur. Doğrudursa if olur. Xeyr, if doğru deyilsə else yerindən gətirilir. İndi baxaq, əgər elsin içində bir dənə də şərt olsa, yəni elsin ifi olsa, artıq else sözünü görürsünüz. Else, el. Bu nədir? If. Bu ikisi birləşəcək, el, if kodu olacaq. Elif. Yəni, elsin ifi, elsin doğru qolu. Aydındır. Bu isə olacaq, false yenə else olacaqdır. Burada yenə else özü burada çap olunacaq. İkinci şərtin yoxunda. Birazdan yazdıqca başa düşərsiniz. Deməli, biz dedik ki, else operatoru özündən əvvəlki sonuncu xarici fraqmentə görə təyinat alır. Bunu bayaq demişdik. Gəldik elifə. Elif nədir? Əks halda əgər. Göstərdik ki, nə olur? Mürəkkəb budaqlanmada istifadə olunur. Yəni, ikinci bir şərtə ehtiyac olursa, else, üstəgəl if, elifdən yaranır. İndi deyək. Deyək ki, elif 2 ya da 2-dən çox şərt halında istifadə olunur. Bəs yaxşı uşaqlar, siz mənə sual verə bilərdiniz ki, burada. Müəllim, elə biz 2 dənə, 3 dənə if verə bilərdik də. Niyə elif veririk ki? Nə ehtiyac var ki elifə? Fərq nədədir uşaqlar? If digər ifdən asılı deyil dedik biz bayaqdan. Gördünüz, if verilibsə, alt-alta iflər verilibsə, bu if digər ifdən asılı olmur. Yəni şərt doğru da olsa, yanlış da olsa, sonraki ifə baxır. Ancaq elif belə deyil uşaqlar. Elif ifin yanlış halında digər şərtə baxmaq üçündür. Yəni məsəl üçün, Aytacın maması deyir ki, Aytac, get mətbəxə, bax gör, çay varsa mənə çay gətir. Yoxdursa mənə kofe gətir. O da yoxdursa su gətir. Yəni artıq çay olmasa kofeyə ehtiyac olacaq. Amma bir neçə if olanda deyirəm ki, get gör orada qələm varsa bir qələm gətir, varsa bir dənə də dəftər gətir, varsa bir dənə də dəftəri qoymaq üçün nə bilim papka gətir. İflər budur artıq. İflər bir neçə şərtdir, ayrı-ayrı şərtdir. Amma elif ifin yanlışlıq halıdır. Yəni if doğru deyilsə, bu biri şərtə bax. Yaxşı, niyə else ehtiyacımızı ödəmir? Çünki elsin içində şərt verə bilmirik. Else ancaq əks halıdır. Sonuncu şərtin əks halıdır, əksidir. Elsin içində bir şərt qoya bilmirik biz. İndi baxaq. Dedik ki,
bir sxem kimi qoysaq, if, baxaq görə if. If şərti ödəndi. Bunu gəlin burada bir dəfə göstərin, bax məsəl üçün. Uşaqlar, bizdə burada şərt qoyuldu. Şərt burada ödəndisə, artıq alqoritm bu tərəfə doğru istiqamət edir də. Bura gələ bilər? Yox. Deməli, if ödənirsə, else ödənməyəcək, doğrudurmu? Həmçinin elsin içində də bu da. Elif də ödənməyəcək. Bu biri else də ödənməyəcək. Aydındır. Yaxşı, if ödənsə, ödənməsə, if yanlış olsa, yəni şərt ödənməsə, ifə getməsə, gələcək bura. Burada elif ödənsə, yəni şərt doğru olsa, bu şərt, elif ödənsə, yenə nə olacaq? Yenə else ödənməyəcək də, else bu tərəfdə qaldı. Elsə baxılmayacaq əmrə. Else deməli nə vaxt ödənəcək? Else yenə if ödənmədi burada, gəldi digər şərtə, elif də doğru olmadı, else ödənəcək. İndi bunu sizə bu formada yazmışam. Deyirəm ki, if ödəndi, if işlədi. Artıq nədir? Elif işləməyəcək, else işləməyəcək. Eyni halda if ödənmədi, elif ödəndi, else işləməyəcək. If ödənmədi, elif ödənmədisə, else işləyəcək. İndi belə baxaq. Görək 2-də də if olsa necə olar? Üzrü mən sağla bilmirəm. Deyirəm ki, if ödəndi, digər if, ikinci if var. İkinci if ödənmədi. İkinci if ödənmədisə artıq, elif ödənəcək. Çünki elif də else kimi özündən əvvəlki ifə görə təyinat alır uşaqlar. İkinci ifə görə təyinat alır. Baxaq görə, indi birinci if ödəndi, ikinci if ödənmədisə, elif də ödənmədisə, artıq nə olacaq? Else ödənəcək. Else artıq burada iştirak etmiş olacaq. Əslində true false sizə o qədər də ehtiyac deyil. Çünki proqramınızda yoxdur. True bir false Amma değil. necə? True bir false 0 değil. True 1, false 0'dır. True doğrudur, false yanlışdır. Məntiqi dəyərlərdir bunlar, boolean dəyərlərdir. Məntiqi tiplərdir, daha doğrusu belə deyim. Amma məsəl üçün bəzi testlər var ki, istifadə edirik. Məsələn, Koderadan biz də istifadə edirik. Orada görmüşəm var. Bəzi sınaqların bir neçə sınaqda görmüşəm, rast gəlmişəm. Onlar ki, qarşınıza çıxar deyə deyirəm. Bu tip məsələ gördünüz. Deyir ki, true, false. Allah, telefonu vermədi. Aha. True, false verir bizə. Aha. True, false dəyəri verirsə, yoxluyur. Deyir ki, if x and z. Bu yoxlanış yazılış qaydası deməkdir ki, x true'dursa və z true'dursa, print elə yes. Əks halda no. İndi baxırıq, x true'dur, doğrudur. Y nədir? False'dur. Z nədir? True'dur. Bizdən soruşur ki, x and z. Baxırıq. Burada elə bir soruşur ki, x və z varsa. Başa düşdünüz? Bu yazılış o deməkdir. X var, true'dur, z də var. Deməli, nəyə çap edəcək? Print edəcək yesi. Bu belə öz yerində. Burada bir də sizə and-i izah eləmək istəyirəm. And dəyəri varsa, hər iki şərtdə ödənməlidir. İkisi də mütləq doğru olmalıdır ki, if gerçəkləşsin. Yəni, burada x true olsaydı, z false olsaydı ödənməyəcəkdir. Amma or dəyəri olsa, burada or olsa, operatoru daha doğrusu, or olsa, x or z. Bunun biri doğru olmağı bəs edərdi. İkisi də doğru olsa olar. Ha, ikisi də doğru ola bilər. Amma biri də doğru olsa, yəni A ya da B doğru olsa bəs eləyir. Aydındır. İkisindən biri bəs edir. Məsələn, sən nəsə yazı yazmaq istəyirsən, deyirsən ki, mənə ya qələm ver, ya da karandaş. Yəni, ikisini də gətirib önünə qoya bilərsən, problem deyil. Amma biri olsa, bəsdə nəsə qələmdən, karandaşdan bir şey olsun, yazın. Və yaxud da deyir ki, tutam ki, amma məsəl üçün,
hansısa bir sxem çəkəsən, sənə mütləq həm karandaş lazımdır, həm qələm lazımdır ki, sən bunu hazırlayasan. Hansı sənəd hazırlayırsan məsəl üçün. Deyirsən ki, mənə həm karandaş, həm qələm ver. Əgər ikisi də yoxdursa, sən onu layihəni yaza bilməyəsən də. Başa düşürsüz? Yəni hər iki şərti mütləq ödənməsini istəyir. Aha. İndi baxaq görək. Burada spam burada necə olar çapımız, necə gedər? Müəllim, birinci demək deyir ki, 2 birdən böyükdürmü? Düzdür. Bir də deyir ki, 2 -2-dən kiçikdirmi? Bu and var və biri ödənib, biri ödənmirsə, biz 3 dənə A-nı çap eləyə bilmərik. Bəli. Ona görə elifə baxacağam. Aha. İndi 2 birdən böyükdür, düzdür. 2 -2-dən böyükdür, düzdür. Hər ikisi ödəndi, 3 dənə B çap eləyəcək. Elsəyə baxmayacağam. Neysə baxmayacaq. 3 Düzdür. dənə B. Aha. İndi biz keçək, nəyə keçək? Topluya keçək. Ay, bunu bağlamayaydım gərək. Özüm açmışdım ki, bu hə. Ay, bağladım. Pis oldu, heç nə. 2 saniyə mən topluluğunu açım, sonra ekran açım. Güya açıq qoymuşdum ekranı. Şimdi topludan açın, şərt tapayım. Elə Python açın orada o da. Aha. Biz sizlə topludan heç şey yazmamışıq hələ ki, hə? Düzdür, uşaqlar. Yox, müəllim, yazmamışıq. Yazacağıq. Gözümü açım, ekran paylaşım edim sizlə. Aha. Görürsünüz indi testi uşaqlar. Gördür test. Bəli, bəli. Aha. Birinci sualda bizə verib ki, 2, bir də Python. Doğrudur. Biz deməli nəyi çap edəcəyik? Sabit. Deyirsən, hər şərt tapır, düzdür. Aha. 2 və Python verib. Bizdən deyir ki, nəyi çap elə? X üstə gəlsin. X üstə gəlsin, Y çap elə. Bu zaman nəyi çap eləyər bizdən? 2, 2 Python'ı çap eləyəcək. İkinci sualımıza. Aha. İkinci sualda. Başlayaq. Axı, bax. Nə deyir burada? Tamam. Aha. Şərt operatorunun düzgün yazılışını seçin. Aha. Ee, A'da müəllim x bərabərdir y-in yanına 2 nöqtə lazım deyildi. Aha, yanlışdır, düzdür. Aha. B-də. Hmm. Aha. Yaxşı, B-ni saxla, C-yə bax. B C-yə düz. bax. Aha, C-də nədir səhv? C'də müəllim if-dən sonra if-lə x bərabərdir 29 arasına qoyuyor. Nöqtə qoyub, düzdür. D-də bəs. D'də else-in qabağına yox, x bərabər z-in, bir də x plus y-in qabağına 2 nöqtə qoyub. Düzdür. Y-də. Boşluq yoxdur, x bərabərdir y-də. Yox, oradakı səhv o deyil. Bu belə yazılış ola bilər.
İfin daxilində heç bir şey yoxdur, heç bir əmr vermirik. X bərabər Y-də Else. kənarda yazılıb. Buradakı səhv bilirsiz nədir? Bax bu hissədədir, görürsünüz, işarələyirəm. Şərt operatorunun işarəsi. Yuxarıdakı işarəyə bax bir dənə, zəhmət olmasa, D-dəki işarəyə. Ola bilməz ki, böyük bərabər Ay, olur. yox, düz verib, onu düz veribdi. Onda elə boşluq verib. Əslində boşluq niyə səhv olsun ki, işləyə bilərdi o formada da. Bir də bəlkə işarəyə görə veribdi. Heç də onda düz veribdi. Mən bir də A variantında hansında dedi səhvdir? A variantında A-da bax nöqtəni burada qoyubdu. Bu Harda qismdə. olmalıdır? Nöqtə if-dən sonra olmalıdır. X bərabər Y-dən sonra 2 nöqtə qoyub. Şərtdən sonra olmalıdır nöqtə. 2-də səhv olan nədir? 2-də S. yoxdur səhv. 2 düzdür. 2 düzdür. Ha, elə Y-də düz deyir Ayxan. Bu da boşluğa görə səhv götürüblər. Amma belə yazılış ola bilər əslində. Müstəqil operator ola bilər orada. 3-də 3-cü suala baxaq. Deyir ki, uşaqlar, proqram fraqmentinin icrası zamanı müsbət ədəd daxil olunub və 18 çap olunub. Yəni sonda printdə 18 çap olunubsa, istifadəçi daxil etdiyi ədədi müəyyən edin. Aha, deməli, A-ya daxil edibdi 18. 18-i daxil etdi. Müəllim 18 çap olunmayıbdı ki. Ha, Qeyd yox, 18 A-ya çap X olunmadı. ədədi daxil, düz deyirsən. A-ya X bir ədədi daxil etdi. Okey. İndi baxırıq. Soruşur ki, hansı o ədəd deyir A-dan A böyükdürsə 7-dən. Tutalım ki, bu şərti ödədi. Fərz edək ki, 7-dən böyük bir ədəd daxil etdi. İndi burada deyir ki, A-nın 2-yə qalığı bərabərdirsə 0-a, A bərabərdir A vur 2. Əgər A-nı 2-yə vuraraq alıbdısa bu ədədi, A-nı 2-yə vuraraq alıbsa bu ədədi, deməli bu ədəd 9 imiş ki, 2-yə vurubdu. Doğrudur, 18 alıb. Amma 9 olsa bu ədəd cüt olmaz axı. A-nın 2-yə qalığı 0-a bərabər olmaz axı, cüt olmaz. Axı burada şərti ödəyib A-nın 2-yə qalığı 0-a bərabərdir. Deməli, bu şərt deyil. Bura daxil olmayıbdı. İndi baxırıq elsə. Elsisə də A-nı vurmalıdır 8-ə. Biz 18-i 8-ə böləndə 2 tam neçəsə belə bir ədəd alırıq da, doğrudur. Amma buradakı şərtlərdir. A böyükdürmü 7-dən? Hə olub gəlib bura. Deməli, A 7-dən böyük ədəd olmalıdır. 7-dən böyük ədədsə, məsələn 7, 8-dirsə məsəl üçün. Tamam ki 8-dirsə tam ədəd. Özü deyir ki, müsbət tam ədəd. 8-də 8 vur 8, 64. Yəni ən az 64 olar bu. Burada yanlışdır. Deməli, elsə daxil olubdur. İndi elsə baxaq. Burada deyir ki, A bərabər olsun, A vur 3-ə. A-da 3-ə vuraraq 18 alıbsa, deməli A-da 6 olubdur ki, 3-ə vurub 18 götürübdür. İndi baxırıq şərtə. İndi əgər 6-dırsa, deyir 6-nın 3-ə qalığı 0-a bərabərdirmi? Düzdür da 6 3-ə tam bölünür, 0-a bərabər olur. Deməli elə bizim ədədimiz 6 imiş. Burada yoxlanır 7-dən böyük deyil. Keçib elsə, elsə də ifi ödəyibdir və 18 olaraq çap olunubdur. Aydındır uşaqlar. Başa düşmədiniz nəsə oldu burada? Xeyr. Xeyr. Aha, keçək digər suala. 4-cü suala keçək. 4-cü sual çox asandır. Gəlin buna, indi də dəyanət baxsın. Dəyanət bax, görək 4-cü suala necə olar? Y bərabər 7. If Y altdan böyükdürsə, Aha. Y bərabər Y üstə 3, yəni 10. Aha, sonra If Y böyükdür 1, yenə bəli olacaq. Ondan 3 çıxacaq, 7 A bəli olacaq. doğrudur, düzdür, düzdür. İndi 5-ci suala baxaq. 5-ci sual da çox rahat bir sualdır. Aytaç bax suala.
5-li rəqəm simvolları hansı ardıcıqla klaviaturadan daxil edilməlidir ki, proqramın icrasından sonra ekrana 256 çıxsın. Burada axırda CAB çap olunduğu üçün birinci C2 olacaq, A5, B-də 6 olacaq. 5, 6, 2 kimi. Ay sağ ol. Deməli, burada baxırıq ki, input veribdir. Input veribsələr, deməli, STR-lərdir də bunlar. Bizdə 256 olması üçün C deməli 2 olmalıdır. Sonunda 2 olan onsuz da Y bəndidir. A da 5 olmalıdır. B də 6 olmalıdır. Düzdür qızım. 6-cı sual. Sübhan bax. Müəllim, burada birinci x, y, z ədədlərini verəndən sonra bizə deyib ki, x y-ə bərabərdir, sonra da qoyub y x-ə bərabərdir. Buradan Aha, verildi X ki, nə olur? müəllim, onda x y-ə bərabər ona 8 olur da. X olur 8. Aha, Y nə olur onda? Y də x-ə bərabər onun, o da 8 olur. Bəli, hər ikisi 8 olur. Aha, Aha, sonra deyir ki, if əgər x y-ə bərabərdirmi? Burada x-i çap eləyəcək, bərabərdir. Ondan sonra keçəcək bəli, altdakı ifada. bəli. Müəllim, bu altdakı if də x y-dən böyükdür şərti ödənmin. Else də özündən əvvəlki iflə bağlı olduğundan elə bil ki, bu x böyükdür y-in elsesidir da bu yazılan else. Bəli, 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 Ona görə düzdür. y-ə çap eləməyəcək, əks halda ondan z-ə çap eləyəcək. Bir də x-i çap eləyəcək. x, z, Doğrudur. A bəndi. Doğrudur, tamamilə doğru, əla. 7-ci sual, Ayxana keçdi. Sual, Ayxan bax zəhmət olmasa. Ee, Burada müəllim Aha, A plus 52 bərabərdir. A plus 52. aha. Cavab ki, Y variantı. Yox. Aha, dırnaqda A, ay sağ ol. Dırnaqda A elə A olaraq başa düşülür. A. Plus da plusdur. B-ni gəlib 52, doğrudur. Sonra dırnaqda A ilə plus B 52. Doğrudur, doğrudur. Y məndə. 8-ci suala baxaq. 8-ci sual. 8-də nədir? Mən Kimin deyirəm. sırasıdır uşaqlar? Hə, sənsən. Məsələn, komitədə həlli mərhələlərini ardıcıllıqla düzün. Deməli, birinci məsələnin qoyuluşu gəlməlidir. Bəli. Sonra riyazi modelin qurulması, alqoritmin işlənib hazırlanması, Aha. sonra ondan əvvəl proqramlaşdırılma gəlməlidir, sonra sazlanma. Sonra nəticələrin təhlili axırda. Aha, düzdür. 5, 3, 1, 6, 2, 4. Düzdür. 9-cu sual. Kimdədir sıra? Uşaqlar o sırayla gedək. Məndə Aha, buyur qızım. Python-da dəyişən adı ola bilməz, B variantı olacaq. Dəyişən adı ola bilməz. Bəli. B variantında həm ulduz işarəsi var, həm də rəqəmlə başlayır. 10-cu sual. 10. Müəllim, D funksiya return komandası vasitəsilə qiymət qaytarır. Bu düzdür. Return zaten geri qaytarmaq deməkdir. Keçməmisiniz bunları, düzdür. Bunları heç keçməmisiniz. Mənim Əslində təxmini bilməyə də məlumatım bilərsən. var buradan. Aha, Funksiya def-ləndir. Müəllim, məncə bu da düzdür. Düz olmalıdır. Import proqram modul əlavəni. Müəllim, keçən dəfə də görmüşük. Import məhz məsələn riyaziyyat modulu. Düzdür. düzdür. Else proqramı if şərtin operatorundan sonra mütləq istifadə olunmalıdır. Yanlış. Cavab D bəndi. Çünki natamam Yanlış. şəkildə istifadə olunmur. Doğrudur, doğrudur. İlk nümunəmiz elə bu tipdə idi. 11-ci sual. Kimdədir sıra? Ayxan səndə olmadı məncə sıra. Ben Aha, buyur. deməli mən birinci x bərabər olacaq 18-ə, sonra y bərabər olacaq 22-yə, sonra təzədən x bərabər olacaq 5-ə, C-dəki 5 çıxılsın 22. Ha, cavab Y. Məhv 17. Bəli. 12-ci sual. Klaviaturadan 5 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabər int input. Yəni burada 5 daxil edilib deyilsə, A 5 olacaq. Bəli. B bərabər 3, A bərabərdir 8, B bərabərdir 40.
Sonra yenidən A bərabərdir 48, 48. B Aha. bərabər 48, yox. B əvvəl 40 alınmışdı. 40-ın üstə 2 gəlir 42. Print AB Nəsə səhv oldu oradan. A 5 idi, B 3 idi. A oldu. A 5'in oldu 5'te gəl yox, 5, 10. 5 ilə 5 10 idi. Bir dəqiqə 10 təzədən. elədi. Aha. 10. Sonra A-nı 5-ə vuranda 50. 50-nin üstə 10 60. 60 üstə 2 62. 60. Yox, 60'ın üstəki yox. B 50 idi. Elə B axırda eləyəcək 52. Aha, 60, 52. 52. Aha, 13-cü sual. 13-də x-i 15 verib. Aha. 15-in 3-ə qalığı 0-dır. 15-in 2-ə qalığı 1 olacaq. Bu ödənməyəcək. Aha. Mən elə 15-i çap eləyəcək, yoxsa? Bəli, bəli. Düzdür. Bu if açılmadı deyə bunun daxilinə girə bilməz artıq. Bu ifin elə bir kilidi açılmadı. Birbaşa düşürsüz elsə. İqra oynayanınız var. Mərhələ Ancaq açılmadısa onun daxilindəkilərə baxa bilmərsiniz də, düzdürmü? Level'ı açmadınızsa kilidin. 14. müəllim 125 daxil edilibdir. Sonra y bərabərdir x-i 100-ə böləndə alınan qalıq. Yəni y 25 olacaq. Aha. Sonra təzədən veribdir ki, y bərabərdir 2 vur 100. 200 üstə yenə y-nin əvvəlki qiyməti 25 idi. Y oldu 225. Sonra x y-dən böyükdürmü? Yox, çünki 125 225-dən kiçikdir. Ona görə x olmayacaq LC-ni. Yəni y-i çap eləyəcək. Cavab 225 A bəndi. Doğrudur, doğrudur. 15. Buyurun Ayxan. 15 x 22 olacaq müəllim birinci. Aha. Sonra deyir x Bax bunu görəndə Ayxan, əgər burada 0 veribsə, 2-yə qalıq 0-dırsa, deməli cütlüyü yoxlayır. 1 veribsə, deməli təkliyi yoxlayır. Birbaşa Bilirəm, onu fikirləşin. Aha, 22 təkdir. 22 tək deyil cütdür. Deyil. O birinə Aha, bax. amma ordu deyə o biri şərtə də baxırsan da, düzdürmü? Hı. O da Nə 7 deyir? 5-dən böyükdür. Aha, deməli ifə daxil olursan. Y Hə. nə olur? Y olur 44, x Aha, olur 66, bəli. 44. Daha sonra. Sonra x-dən 5 çıxır. Ay sağ ol. Bax bunu heç mən deməmişdim. Ayxan özü bildi. Və burada görürsünüz x bərabərdir x plus 5. Bu hansısa bir şərtin içində deyil deyə. Bu freedir də, yəni azaddır. Bu azad dəyişəndir. Ona görə də bunu hər dəfə icra edirsiniz. Yəni if də olsa, s də olsa bu müstəqil olduğu üçün bunu icra edirsiniz. Aha. Cavab 61 oldu. Bəli, cavab 61 oldu. Doğrudur. 16. Klaviaturada mənfi 10 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabər int input, yəni mənfi 12. If ABS A böyükdür 10. ABS işarənin əksinə dəyişir. Modul. Hə, moduludur. Modulda, hə. Deyir, yəni mənfi 12 modulda düşəndə 12. 12 ondan böyük və 12-nin 3-ə qalığı 1-dirsə, 12-ni 2-yə vurmalıyıq. Amma and varsa bunun hər iki tərəfi ödənməlidir. Birinci Bəli. tərəf ödənir, ikinci tərəf ödənmir. Qalıq 0. Doğrudur. If Nə sonra olur o yazır, zaman? A 0-dan böyükdürsə yazıb. Hara getdin? Hara gedirsən? Yox. İf açıldı ki, ora daxil oldun ki sən. Hara? O şərtlərin ikisi də ödəndi, Dəyanət. Mən də onu dedim də elə ikisi ödənmədi. Birinci ödəndi, ikincisi ödənmir. Aha, deməli hara düşməlisən sən birbaşa? Yaz, aşağıdayı onun üfüqü istiqamətli olan elsə, yəni print A plus isə. Ha, bəli, düş ora. Mənfi 12 üstə üstə mənfi 9 eləyir. Bəli, bəli, bəli. 17. 17-də n-i 25 verib. N m-in kvadratıdır deyə kök altından çıxacaq. Bir də float da çıxarmalıyıq. 5.0 olacaq da. Düzdür. Ay taç. Düzdür. Əla. 18. Müəllim, tam ədəd int inputuna daxil olunmur. Yəni B bəndi olmur. Bir bəndə Bizə input son. indi axı. Necə?
B-də input int axı. Yox müəllim, Hə, int B, input da B-də altındakını axı oxuyuram. Hə, B. A Hə, bəndi hə, ona görə olmayacaq ki, inputu elə bir iki mötərizədən almalıyıq da. Bir dəfə düzdür, düzdür. intin, bir də C-yə inputin. yazıblar ki, B Input int bərabərdir olmur. input. Bildim. Səhvdir. C bəndinə yazıblar ki, B bərabərdir input. B bəndə deyirsən ona baxıram ki, B bərabərdir input int deyirəm. Axı B-də input int deyir. Variantların dəyişənlərin adını dəyişik qoyublar deyə. 19. Ayxan. Mən. Hə, Sübhandan sonra sən gəlirsən həmişə. Dövr edirik. Birincisi düzdür müəllim. Aha, İkincisi düzdür. Üçüncüsü səhvdir. aha, Dördüncüsü səhvdir. düzdür. 3-də 2 nöqtə qoyub, printdən sonra 2 nöqtə yoxdur. E-sində 2 nöqtəsini qoymayıbdır. Düzdür. 20. Lənət. Python dilində dəyişən ola bilər. A bəndi olacaq. Altdan Bəli, A 5. bəndə olacaq. 21. Aytac. Klaviatur. Ha. 21-də A-nı 4 daxil eləyib, B-ni 8, B-nin yeni qiyməti olacaq 14-ün üstünə gələcək. 4 vurulsun 8, 32, 46 olacaq. A-nın yeni qiyməti 46-nı 23-ə böləcək 2.0. Sonra A-ya vuracaq təzədən. 4-ə vuracaq 8.0, B-də 46 dedik. Y Aha, variantı. bəli. 21-ci sualda yazdıq. Deməli, keçdik hara? 22-ci suala. 22. Buyur. Müəllim, burada deyək klaviaturdan 30 daxil edirsə, burada bir şey var ki, bu 30 STR tipində olacaqsa, çünki input verilibdi, yəni int Bəli, verilibdi. doğrudur. Sonra B2-dir, C, B vur A o demək ki, yəni 30-u 2 dəfə yazacaq. 30 da. Bəli. Ondan sonra print A üstə G CO-dur deməkdir ki, A 30 idi zaten. 30, C-də 30-30'dur. 30-30-30. C bəndi. Düzdür, düzdür. 23. Ayxan. 23 A 5 olacaq. Aha. C olacaq 77 plus B vura 15 77 15. No. İndi sən bizə qulaq asmırsan, ha bəyəfəndi Cavab deyəsən. A müəllim. Yox, indicə sən demədi ki, Sübhan demədi ki, bəs bunu inputla daxil eləyibdi. Bu int deyil, ədəd deyil bu. Hə bildim. STR-dir. Yəni 5 STR-dir. 3 vur 5 nə olacaq onda? 3 dənə 5 olacaq. Hı. Nə cavab olacaq onda? Ona cavab C olacaq. C olacaq, bəli. 24. Qəşəng bir misal düşdü, lənət sənə. Aha, Proqram nəticəsi müəyyən edin. A bərabər 22, B bərabər 17. If A böyükdür, B-nin A-ya tam qalığı, B-nin A-ya tam qalığı 1-dir. Tam tam qalıq yox, hissəsi. tam hissəsi, hə. B-nin A-ya tam Bir hissəsi deyil. Bir deyil, sıfırdır. Niyə 17? Bir dəqiqə. 17 böl 22 sıfır Ha, tam 17 bölü. olur da. Hə. Aha, A aha, dan böyükdür. Hadisə print açıqda, yəni 5. Birinci 5 çap edir. aha. Elsa baxmırıq. O birisi if-də A böyükdür, B-nin 5-ə qalığı. B-nin 5-ə qalığı, yəni 17-ni 5-ə böləndə 3 onda 4 eləyir. Aha, böyükdür. Onda da B bərabər B çıxa, yəni 17 çıxım ki, -5 eləyir. İkincidə deməli -5 alınır. Elifə baxmırıq. Yoxsa? Baxmırıq, Yox. vsyo. Hə, Elif, baxmırıq. if doğrusa Elifə də Elsə də baxmırıq. Elə 5 ilə Aha. -5 eləyir. 5 -5 yebədir, düzdür. 25-ci sual. A-nı 11 verib, B-ni 9, C-ni 11. A B-yə bərabər deyil. Ona görə daxil olmayacaq. Elə B plus C-ni çap eləyəcək. 9 üstə gəl 11, 20 olacaq. Düzdür. Getdik 26-ya. Sübhan. 26. Müəllim, burada demək A 11, B 9, C 10-dur. Bizə birinci deyir ki, A B-dən kiçikdirmi? Yəni 11 9-dan kiçikdirmi? Yox. Ona görə C-yə
iki qatına yüksəltməyəcəyik. Müəllim, bir də buradakı ifləri yoxlamayırıq da onda, yəqin ki. Else-yə birbaşa keçməliyik. Bu ifə daxil olmadısa, Hə, bu onları qapının içindəki heç yoxlamayacağıq da. nəyi görməyəcək. Bəli, elə bir ki, bu qapını aça bilmədin. Bilmirsən arxasında nə var, görməyəsən. Hə, sonra keçdik birbaşa buradakı else-yə. Aha, Yəni bu hissəyə. Müəllim, aha. indi burada təzədən yoxlayırıq. C A-dan böyükdürmü? Yəni 10, 11-dən böyükdürmü? Yox, olmayacaq. Ona görə bura yəni yoxlanılmayacaq. Ondan sonra bu if müstəqil ifdir da. Bunu Bəli. yoxlamalıyıq. A B-dən kiçikdirmi? Yəni 11 9-dan kiçikdirmi? Yox, onda bu da yoxlanılmayacaq. Qalacaq əks halda C-nin üstünə 10 gələcək. Yəni bir dənə C dəyişdi, oldu 20. İndi C 20 ə, A ilə B-nin də cəmi zaten 20-dir. 20 ilə 20 cəmi nədir? 40 bəli. Doğrudur, doğrudur. 27. Ayxan. Və ə, Ha, deməli x 6 olacaq. aha, Birinci ifə girəcək. Y olacaq 12. Sonra else aha. girməyəcək. Təzədən ifə girəcək. Y faiz 2 düzdür. H-da olacaq. Nə idi? 36. Axırda da 36 çıxış eləyəcək. 12 vuruş 36. H istəyir 36. Düzdür. 28-də 28. x-i verib 240, y verib 5. Print x. Birinci olaraq birinci əməliyyənin x-in y-ə tam hissəsidir. X y-ə böləndə 245-ə böləndə tam hissə 48 düşür. 48-dən sonra orada yəni 2 drop y var. Birinci yəni 48-in y-ə olan tam hissəsi tapmalıyıq. Yəni 48-i y 5-ə böləndə 9 düşür. Tam hissəsi 9-dan da 4 olmalıdır. 9 tam hissəsi düşür. 9-un da yenidən y-ə qalıq hissəsi, yəni 5-ə qalıq hissəsi 4 eləyir A bəndi. Düzdür. 29. 29-da A 5-dir, B 3-dür. C-ni A vur 5 verib. 5 vur 3 15 olacaq. A-nın Hı. yeni qiyməti 15 çıxılsın 3 verib 12 olacaq. B-nin yeni qiyməti 12 üstə gəl. C 15 idi 27 olacaq. Axırda da A vur B 12 vur 27 olacaq. Bir dəqiqə. 324 olacaq. 24. 324. Ha. 30. 30 Bəli. müəllim. Burada demək birinci mötərizənin için eləməliyik. Bu 3-ün kvadratıdır. Yəni 9. Daha sonra da 2-nin qüvvətində 9 hesablamalıyıq. Bu da 512-yə y bəndi. Düzdür. 31. Mənim də. Bəli. Deməli, birinci ifə girəcək, sonra çıxışa. Ha, birinci ifə daxil oldu. Nə oldu? Birinci Sıfırı sıfır çap etdi. sıfır çap eləyir. Ayxan, end nə idi orada? End nə deməkdir? End müəllim boşluq. No. Mən end nədir? Yeni sətirdir də elə. Bax bir dənə. 32-nin cavablarına bax bir dənə görsən. 32-nin cavabları. Alt-alta no, yes. No, Ha. no. Yes, no. Görsən. 2 dənə cavab çıxanda alt-alta yazıb. Amma bu 31-dəki cavabları görsən. 02, 01. Bəli, Yanaşı cavab çıxanda yanaşı yazır. Başa düşdün? bildim. Bəli. End olanda yanaşı yazır. Aha. Birinci sıfır çıxış eləyəcək, sonra elsə girəcək, o biri ifə girənməyəcək. Ha, düzdür. Eləcək A variantı. Ha, bəli, doğrudur. 32. Klaviaturadan 7 ədəd daxil edilərsə, yəni n 7-dir. 7-nin 2-yə qalığı 0, 0-a bərabərdirmi? Yox, ona görə onun daxilində if elsə baxmırıq, o da elsə baxmalıyıq. Yəni çünki şaqlı istiqamətində olanlar. If n böyükdür 0, bir də n-in 3-ə qalığı 0-dırmı? Burada birinci şərt ödənir, ikinci şərt ödənmir deyə Yox, sən bir dənə zəhmət olmasa bir də başdan denən, eşitmə. Bir də de, səs getdi. İfə daxil oldun. deməli n-i 7 veribdir. If Aha. 7-nin 2-yə qalığı, yəni 7-nin 2-yə qalığı 0-dırmı? 0-a bərabərdirmi? Yox, olduğuna görə onun daxilindəki if else şərt operatına baxmırıq. Onun Ay üçün biz sağ ol. şaqlısında olan else baxırıq. Aha, Baxaq. düzdür.
Onun Düzdür. ikincisində də if n böyükdür 0 and var deyə hər iki tərəfi doğru olmalıdır. Birinci tərəf doğrudur, ikinci tərəf yanlışdır deyə else-ə baxmalıyıq. Yəni print no. B bəndi yəni. Axırda no-nu çap eləməliyik. Aha, düzdür. 33'ə. Kimdədir sıra? Məndədir. Aha. 33-də bir klaviaturadan n və n olaraq hansı ədədlər daxil edilərsə, nəticədə else komandasından sonraki fraqment icra olunur. Burada else-dən sonra verilib print string m, megabayt ölçüdə fayl. Ay, nə String deyir m bir də qızım? gigabayt Qızım burada nə deyir? Deyir else getsin də else. Düzdür. Bəli, yəni ödənməsin də. İndi ifin şərti nədir? İfin şərti nədir? A n-dən böyük olmalıdır ya da Deməli bərabər. biz bunun tərsini eləməliyik də else getsin deyə. Else getsin deyə nə eləməliyik onda? A-nı m-dən kiçik eləməliyik. Ay sağ ol. M A-dan böyük olmalıdır. Düzdürmü? Bəli. İndi burada sən variantlara baxmalısan mütləq. Bax gör variantları hansı cütlüyü seçsə M A-dan böyük olar. Məsələn, m 2048 ver bağda, eni 5, 5 vurulsun 1024 böyük olacaq, deyil. Ay, 3 deyil. versək olmayacaq. Amma 1 megabaytdır, 1 gigabaytdır. Yox, onun fərqi yoxdur sənin üçün. Sən ora baxma. Orada sənə verdiyi şərtə bax. Sən ora baxma, fikirləşmə onu. Onda Y Daxilin variantı oxuma. olacaq. Bəli, Y olacaqdı. Orada çox şey eləyə bilər. O bir əhəmiyyət deyil. O özümüz üçün qeyddir, aydındır. Ora fikir vermə. Sən şərtinə bax. Şərtdə nə eləyir? Eni vurur 1024-ə. Zaten 1 megabayt 1024 gigabaytda. Başa düşürsən? Bunu nəyə çevirir? Eni vurur 1024-ə ki, bunu da megabayt eləsin. Aydındır? Bəli, başa düşdüm. Aha. Uşaqlar başa düşdünüz siz də? Yəni bu cütlükləri qoyduq. Hansında n böyük oldusa n-dən A nədir? Çünki A n vur 1024-dür. N-i də qoyduq yerinə. N vur 1024-dən hansında n böyük oldusa onu götürdük. O da Y bəndi oldu. 2084 böyükdür. 2 vurulsa 1024. Yəni 2048-dən. 34. 34 deyil müəllim. Buyur. Müəllim, burada n birinci 15-dir. Sonra bizə şərt verildi. N sıfırdan böyükdürmü? Bəli, ona görə 1-i çap eləyəcək. Yəni buradakı 1 çap olundu. Ondan sonra bu if yəni açıldığı üçün biz indi buradakı ifə də baxmalıyıq da. Ona Aha. görə demək bu hissədəki ifi də eləyəcəyik ki, n 2-yə bölünəndə qalığı sıfırdan fərqlidirmi? Yəni 15-i 2-yə bölündə qalıq 1 eləyir və sıfırdan fərqli deyən sıfıra da götürəcək. Yəni bu else-yə baxmayacaq, buna da baxmayacaq. 1 və 0 B bəndi. Doğrudur. 35. Aydın. 35-i keçməmisiniz siz uşaqlar. Mən elə belə deyirəm sizi. Bu STR keçəndə keçərsiniz. Bu mövzuya düşməməlidir əslində məncə. Tələb Çünki eləyəndə birinci hərfi böyük yazılır da. bəli. Upper bütün verildiyi əmr məsələn A-ya upper versəniz hamısı böyük olacaq. Python sözü bütöv böyük olacaq. Yəni ya C-dəki kimi, ya D-dəki kimi. İki variantdan birində kimi olacaq. Capitalize eləyirsə, bax A-la B-ni birləşdirib görürsünüz. A üstə gəl B. Bir dəyişən edib və capitalize edib deyə. Bir dənə bax P hərfi böyük olacaq, qalanları balaca olacaq. Python language. Burada title falan və s. var. Onları keçəcəyik, narahat olmayın. Glover var. Və o mövzuya gələndə keçəcəyik. 36 kimdəydi sıra? Ayxan səndəydi. Ayxan. Bəli, müəllim, məndəydim. Hə, 36-dır, 37 nədir? 36 çox asandır. İndi hansını deyim? 36-da 37-də ikisinədir. Hə, 36-da eee sizə də olacaq müəllim 12, bir də 2 dənə 13. 12 D variantı, 37-də də ki Aha, 12, 13, 13. Düzdür. hə, 37-də bəs birinci ifə girəcək, sonra 28-i daxil eləyəcək, sonra 28-i daxil etməyəcək, çap edəcək. çap eləyəcək. Aha, sonra Sonra təzədən 28 bir də 0 çap eləyəcək. B variantı. sondakı printi də çap eləyəcək, çünki o heç nəyə daxil deyil. 38 kimdədir? Dəyanətdədir sıra.
Əgər A və B üçün daxil edilən ədədlər uyğun olaraq 2 və 3 bərabər olarsa, Python dilində yazılmış proqramın nəticəsi müəyyən edin. Yəni A 2, B 3, C bərabərdir 2-nin qüvvəti, 2-nin kvadratı, yəni 4, B-nin kvadratı 9, 4 üstə 9 bərabər 13. C elədi 13. Aha. D, C 5-ə bərabərdirmi? Yox, yəni else getdik. Yəni bu da yenə soruşur. C 10-a bərabərdirmi? Yox. C 12-ə bərabərdirmi? Yox. Yenə sonuncu else if C 13-ə bərabərdirmi? Bəli, yəni print level 4-ə baxacaq. O biri else-ə baxmayacaq. Yəni level 4-ü sonda print eləyəcək C bəndə. Düzdür. Düzdür. 39 Aytaç. 39-da x -9 verir. -9-un 3-ə qalığı 0-dır və -9-un 2-yə qalığı da 1-dir. Bəli. Sonra -9-un modulu Sənə Aytaç üzr sözünü kəsirəm. Burada uşaqlar bəzən deyir ki, müəllim belə bir şey olanda riyaziyyatda -9-un 2-yə qalığı -1 edir. Belə bir şey deyirlər. Amma yəni qarşınıza çıxar, dərsdə fikirləşirsiniz. Burada elə deyil. Burada elə 9 kimi götürür onu, 1 götürür qalığını. bildirlər. Aha, davam et qızım. Sonra -9-un modulu 9 1-dən böyükdür, həm də ondan da kiçikdir deyə -9 isə gəl 1-i çap eləyəcək, -8. Bir də axırda -9-un özünü çap eləyəcək, -8, -9. Yox, niyə ki? Yox. Nədəsə problem oldu. Yox, yox. -8-i çap eləyəcəm, axırda else girməyəcək. Hansı else? Niyə girsin ki else? Bu if doğruydu qızım. Bu if Mən doğruysa, 1 dedim. bax bura plus oldusa, Aytaç, bir saniyə bunu yazım. Yox, deyək. Bir saniyə. Aha. Bu nəfər yazırlar uşaqlar. Bundan da yazamıram. Yazamıram bura. Online olmalı deyil, xətt işarəsi var. O 4-cü olmalı deyildi, hə o. Bu. Hə, Hə, siz. olsun bu. Hə. Buna qələm zakaz etmişəm. Gələcək bunun qələmi. Bax, bura oldusa, Aytaç, elə. Bura olmur. Aydındır, bu getdi. Səndə bu oldusa, bu avtomatik yoxdur fərz et ki, tabi getdi. Bura yox, olmayacaq. Bu bunundur axı. Bildim mən. Aha, sən bura baxdın indi. Sən bura baxmışdın. Bura Bəli, mən o doğru olmuş. -8-i Düzdür. dedim. Bəli. Ha, bu doğrudursa, bir dənə bunu çap edəcək. Bu da doğrudursa, başa düşdün? Bu da getdi. Bu da getdi. Okey. Başa düşdüm. Getdik 40. 40 deyil müəllim. Bəlidir. Müəllim, demək burada belə olacaq ki, birinci mənə deyir ki, x 50-dir, z də ki 60-dır. Deyir x müsbətdirmi, yəni sıfırdan böyükdürmü? O olacaq. Ona görə mən bunun aşağıdakılarını yoxlamalıyam bir-bir. Deyir ki, x 120-dən kiçik və ya bərabərdirmi? X 50-dir, 120-dən kiçik və ya bərabərdir, düzdür. Ona görə z olacaq x-in 4 qatı, yəni 200. Aha. Sonra aşağıda veribdir təzədən. E, yenə yoxlayıram da. Yəni z 200-dən kiçikdirmi? Xeyr, z 200-dən kiçik və bərabərdir o sonunda. Yəni bu şərt səhvdir. İndi mən Aha. baxıram. Bu if, bu else, bu ifindir. Yəni bununla bir aidiyyatı yoxdur. Məndə də bu if düz alınıb deyəm. Bu else-ni silməliyəm. Yəni buna baxmıram. Yəni z-i 3 qata yüksəltməli deyiləm. Sonra baxıram. Bu else-də bu aşağıdakıda bu ox qoyduğum ifindir. Bu da düz oldu axı x müsbət idi. Ona görə bu else-yə də baxmamalıyam. Gəldim sona. X-in qiyməti 50-dir. Çünki x-də bir dəyişiklik eləmədik də. Z-in də qiymətin 4 qat artırdıq, elədik 200. Yəni 50 və 200 alt-alta yazımlar. Düzdür? D bəndi. Düzdür. 41. Ayxan. Burada birinci A bərabər olacaq 5-ə. Hə? Sonra birinci ifə girəcək. C olacaq 50 çıxılsın 10. O da 40 eləyir. Cavab da ki 40. B. Deməli, C oldu 10 çıxılsın. A.
Aha, düzdür. Düzdür. 42. X bərabər 20, Y bərabər 12. E, X sıfırdan böyükdür. Bəli. Ona görə böyükdürsə X 21-dən də kiçik və ya bərabərdir. Yenə hə-yə gedəcək. Y bərabərdir X-in kvadratı, yəni 20-nin kvadratı 400. Y elədi 400. Sonra if Y 50-dən kiçikdirsə X-in ona tam hissəsi 2 eləyəcək. Yəni 20-ni ona böləcəyik 2. Eləsə X'in baxın. tam hissəsi. Necə? Yox, ay, Y 50-dən kiçikdir ki. Y-ci 200 eləmədin. Hə, Y 400 elədi. Hə. Y Yəni 400 elədi. Ona görə Y-ci 400 olmuşdu. Ötə 50-dən kiçikdir. Hə. Y 400 Aha. olur. Ona görə eləsə baxarıq. Hə. Isə nə deyir? Y bərabərdir X vur 2. Aha, Onda nə oldu? X 200 olacaq. Çünki 200 2-yə vurana 400 edir də. 200 eləyək ki, X 200 idi ki. Yo, Y 400-dür. 400 2-yə böləndə 200 edir də. 400-ü niyə böldün ki, 2 ay balam? X tap Ha? baxacaq. Yəni, gəl başdan baxaq. Aha. X 20-dir, Y 2-dir. X böyükdür 0-dan, dəyənət. Hə. Bəli. Bura müsbət oldu. Burada özü Ora üçün çıx dəyənət. Bu 400 edir. getdi. Cavabı 400 Getdi. edir. Aha. İndi gəldik bura. X kiçikdir, bərabərdir 21-dən. Hə, Y nə oldu? 400. 400. Bəli. 400. Ay Allah, mənim yazma. Aha. Deyir ki, Y kiçikdir 50-dən. Yox. Xeyr. Ona görə yazsa gedəcək. Getdi isə Y bərabərdir X vur 2. X nədir? 20-dir də. X nəsə dəyişiklik eləmə bir Hə, şey 40. 20-dir. Y də oldu 40. Buradan qurtardıq mı? İndi burada bir dənə print var da. Bax, bu nə if-dədir, nə s-də. Addellidir. Addelli print var burada. Print elədir X-i, Y-i. X nədir? 20. Y-in son qiyməti nə idi? 40. C bəndi. Mən orada ona görə 200 dedim ki, burada elə bil ki, burada aldıqda biz 400. Sonra 400 2-yə böləndə burada 200 eləməlidir də. Burada. 400 harda bölüb 2-yə? O vurdu, böldü ki o. Yo, elə yox, elə bil ki, burada ən son, yəni bu operatordan əvvəl Y-i almışıq 400. Aha. Y-i Ay, ölçəmişik. sən tənlik kimi edirsən. Bu tənlik deyil. Bu mənim sətmə operatoru. Deyir ki, Y bərabər olsun, X vur 2-yə. Hə, Ay, yox, tənlik kimi eləmirsən. Ay. Keçdik bura. 43-ə. 43-də deyir klaviaturadan daxil edilmiş rəqəmlər müxtəlif olan 3 rəqəmlə eyni natural ədədi üçün proqramın təyinatı nədir? Burada eynə məsələn 123 daxil eləsək, Ay, necə sağ ol. Düzdür, düzdür. Heç nə. A, Düz edir. A bərabər olur, 123-ün 10-a qalığı 3 olur. B bərabər olur, 123-ün 10-a tam hissəsi 12, 12-nin 10-a qalığı 2 olacaq. C də olur, 123-ün 100-ə tam hissəsi 1 olur. Sonra soruşur A B-dən böyükdürmü, 3 2-dən böyükdürmü və 3 1-dən böyükdürmü? Ödədi deyə M bərabər olur 3-ə. Ona görə eliflə else baxmayacağıq. Elə 3 olacaq. Ədədin ən böyük rəqəminə çap etdi. Düzdür. Ədədin ən böyük rəqəmini çap etdi. Doğrudur. 44. 44 deməlim, yazım. Demək, 44-də mənə deyir ki, klaviaturadan A və B bircə saniyə rəqəmlərin üçün uyğun olaraq 16 və 4 qiyməti daxil edilmişdir. Yəni, belə deyim də, A 16-dır. A 16-dır. B-dəki 4-dür. Sonra mənə deyir ki, A-nı 2, yəni kök altında A-nı tapır da. Bu 2-də-1-ə qüvvətli Bəli. kök altında A-nı tapır. A olacaq demək 4.0 olmalıdır da məncə full adda. Bəli, bəli. B-də olacaq, B-də olacaq. 4-ü vurur 2-də 1-ə. Bu da eləyəcək 2. İndi deyir ki, A B-dən böyükdürmü? Yəni 4 2-dən böyükdür, düzdür. Artıq buna baxmağa ehtiyac yoxdur, çünki or var. Aha.
Sonra gəldim bu ifə. Deyin A ilə B-nin cəmi 6 eləyəcək. Ondan böyükdürmü? Yox. Buna baxmıram. O zaman bu ifin LC'si budur da. Yəni A üstəgən 2-ni tapacağam. A eləyəcək 6,0. Sonra Düzdür. gəldim bura. Bu LC-yə baxmıram. Çünki bu if şərti ödədiyi üçün bu LC-yə baxılmamalıdır. Axırda da gəldi bu. A bərabərdir 6,0-ın üstə 3 gələndə eləyəcək 9,0. Y bənd. Düzdür, ay İspan. Düzdür. 45. Uşaqlar 45-də bura səhvlər xətt var. 45-də keçməmisiz hələ, nə foru keçməmisiz, nə countu keçməmisiz. Elə bilin məlumat kimi verim, sonra istəsəz bir dəfə də qaydarıq. Yəni bu tip sual olsa çox yazacağıq. For i in a deməkdir ki, i a-nın içində gəzsin. Yəni i dəyişən olsun, bir a-dakı dəyişən qiymətlərini alsın. Sonra deyir ki, əgər b-nin içində i-nin sayı sıfırdan çoxdursa, yəni i varsa, yəni a-nın içində olanlardan b-nin içində olanlar varsa, onları cəmlə s bərabər olsun s plus i-yə. Yəni burada 3 var içində, 6 yoxdur, 7 var, 1 yoxdur. 9 yoxdur, 0 yoxdur, 6 yoxdur, bir də 4 var. Deməli, nəyi topladı? 3-ü, 7-ni, bir də 4-ü, 14 alır. Bunu keçəndə daha ətraflı keçərik. Hələ ki, bunu keçməmişik. 46. Sıra kimdə idi? Məndə yazmışam. Buyur Ayxan. A 49-dur. Aha. Deyir. Birinci ifə girəcək. Aha. Olacaq. Neydi? 49 üstü 2-də 1. Yəni kök altda 49 deyir də, başa düşdü. Tapcı etdim. 24. Nə tez aldın 24-ü? 49 bir dəqiqə mən. Hə, Ya birinci ifə 49. girməyəcək. Necə? Birinci ifə girməyəcək. Birinci ifə daxil olmayacaq. 7 7-dən böyük deyil. İkinciyə bax. İndi 49 3-cü dərəcədən də, yəni kök altda 3-cü dərəcədən 49 Yenə deyir. Belə girməyəcək. olanda Ayxan, üzrü sahib sözünü kəsirəm. Belə olanda biz sən neynər? Bunu 49 3-cü dərəcədən 49 tapmaq daha çətindir. Nəinki 3 onsuz da müqayisə edirsən də 3-ü kuba yüksəltmək. Bildin nə demək istədiyimi? Ha. 49 kiçikdir 27-dən. 27'de 81. 3, İkisi 9, 27. 27'de. 49 kişi değil de 27'den. Düz değil mi? Aynen değil. O biri Deməli bu elifə də gelmir. Aha, sonra. Sonra gələcək 49 üstü 4-də 1. O da ki bir dəqiqə. Kiçik olacaq. Girəcək buna. Aha, bu 5 üstü 4, 625 elədi də çünki. Düzdür. Aha. Nə olur orada? B variantı 12. 49'un 4'ü tam hissəsi 12. Biraz test. Necə? Günlük biraz test çıxa bilərəm. Onlar çıxa bilərsən, problem deyil. Yazarsan da tamamlayarsan evdə, videoya da istəsən açıb baxarsan. Oldu mən. Ha. 48. Sağ ol. Klaviaturadan 15 ədəd daxil edilərsə, Python dilinə yazılmış proqram hissəsini müəyyən edin. Deməli, A olub 15, B2 yazılmışsa, deməli, A olacaq 20, B 200, 100. Sonra if A-nın B-yə qalığı 0, A-nın B-yə qalığı 20-nin 100-ə qalığı 0 deyil. Ona görə else baxmalıyıq. Neçənin 100-ə qalığı? 20. 20'nin 100'ə qalığı 20'dir, düzdür? Və yaxud da var axı. Ha, or var orada. Ha. Orada. Aha. Yəni 20-nin 2-ə qalığı 0. Ona görə print A vurulsun B, yəni olacaq 2000. Yəni test yazanda əslində bilirsən. Bax, or nədir bilirsən, düzdürmü? Hə. 3-4 testi dalbadal yazırıq arxa-arxaya və sən hər dəfə orada nəyisə səhv eləmiş olursan detalda. Bilirsən, amma tələsmə oldu. Diqqətli yaz. Diqqətli yanaş testə. Yəni ola bilər sən sınağa gedərsən, hə, tez-tez yazarsan, tələsib səhv olarsan, amma bilirsən hər şeyi. Bu əhəmiyyətini itirir. Tələsmə test yazanda ona görə oldu. Bildiyin şeyləri səhv eləmə.
Aha, davam elə. Yəni, print A vur B olacaq. 20-ni 100-ə vurursan 2000. Elsə baxmayacaq. B bərabərdir. E, B üstü 15, yəni 115 olacaq. Cavab B. Bəli, düzdür. 49. 49-da klaviaturadan 25 ədəd daxil edilib. Y-i x-in kvadrat x-in yox. Kök altıdır. X-in SQL-də kök kvadratı altıdır. bəli. Aha. Yəni y olacaq 5.0 olmalıdır. Aha. 5-in 1-ə qalığı 0-dan böyükdürmü? Düzdür. Y çap Yox, eləyəcək. düzdür ki, qızım. 5-in 1-ə qalığı nədir? Ay 5-i 1-ə bəli. böləndə qalıq qalır. Yox, 0 Bəli. deyil. Bəli, bəli. 0 0-dan böyükdür. Xeyr. Hara gedir? Elfə gedəcək. Aha. Y-in kvadratı 25 x-ə Aha. bərabərdirmi? 25-ə bərabərdir. X-ə çap eləyəcək 25 ilə opslara baxmayacaq da. Bəli, düzdür. 25 olur. 50. 50-də. Müəllim deyir ki, klaviaturadan 33 ədəd daxil edilsə, yəni x-i daxil eləmişik 33 olaraq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Birinci baxıram, mənə deyir ki, x-i 10-a böləndə tam hissəmiz 3-dür. 2-dən böyükdürmü? Bəli, bu şərt ödədir. Bir də deyir ki, x-i 3-ə böləndə qalığı 0-dırmı? 33-ü 3-ə böləndə bəli, 11 tükü qalıq 0, bu da ödədir. Yəni ən olduğu üçün hər ikisinə baxıram. Ay sağ ol. Aha. Avtomatik bu ödədiyi üçün burada elifə o vaxt baxmalıydıq ki, bunun şaqülüsündə olanda buna o vaxt baxmalıydıq ki, bu if ödəmiyor. Ona görə bu if ödədiyi üçün bu elifə də baxmayacam, elsəyə də baxmayacam. Bəlkə ki, o algoritm kimi çəkmişdiniz, Robda, ona Bəli, oxşadı. bəli, düzdür. İndi baxıram bu demək bu hissəyə. Buradakı hissədə bu hissədən söhbət gedir. Deyir x-i 2-yə böləndə qalıq 0-dırmı? 33-ü 2-yə böləndə qalıq 0 deyib. Bu səhvdir. Amma burada or olduğu üçün bir də bura baxıram. X-i 5-ə böləndə qalıq 1-dirmi? Xeyr, 3-dür. Bu ödəmədi. Ona görə mən bu print x vur 2-ni götürməyəcəm. Sonra baxıram bura. X-i 5-ə böldüyüm zaman qalıq 0-dırmı? Xeyr, 3-dür. Ona görə bu elif də ödəmədi. Gəlirəm ən axırda bu hissəyə. X-i 10 var da artırıram. Yəni x 33 üzərinə 10-u 43. Print x cavab 43 C bəndi. Bəli, doğrudur. 50 də daxil edilib. A yəni 50-dir. A-nın burada birincidə and var. Hər ikisi də səhvdir. Yəni daha doğrusu hər ikisi deyəndə ki, birinci hissə düzdür, ikinci tərəf səhvdir, buna baxmırıq. Düzdür. İkinci Elifi yazıb A60-dan kiçik düzdür, 50-dən böyük yenə səhvdir, bu hissəyə baxmırıq. Üçüncü Aha. elifə baxmalıyıq. Üçüncü elifdən or var deyə, birinci hissə dönülmür düzdür, amma or var deyə ikinci hissə dönülünə görə print eləyə bilər. Yəni A üstə 2 52 eləyəcək yebəndə. Düzdür. Keçik 52-yə. Buyurun. 52-də klaviaturadan 135 ədəd daxil edilib. A-nı 135-in ana qalığı olacaq 5, A 5 oldu. B-ni Aha. 135-in 100-ə tam hissəsi 1 olacaq, B 1 oldu. C-ni də 135-in ana tam hissəsi 13, 13-ün də ana qalığı 3 olacaq. C də Aha. 3 oldu. Sonra A B-dən böyükdürmü, 5 1-dən böyükdürmü? N bərabər olacaq. A vurulsun 100, 5 vurulsun 100, 500. Üstə gəl C 3 dedik, 3 ona 30, B də 1-dir, 531 olmalıdır. Doğrudur, tamamilə doğru. 53-cü sual. 50. Qəşəng yazırsınız savcı. Uşaqlar öz aramızda tam yəni gedir məncə. Else, if else-də. Yaxşı oldu. Aha, 53. 53. Müəllim, demək burada deyir ki, klaviaturadan uyğun olaraq 40 və -5 ədədlərini daxil edilmişsə, yəni bu deməkdir ki, A-mız 40-dır, Aha. B-miz də -5-dir. Yəni ilkin daxil ediləndən hələ ki. Aha. Sonra mənə deyir, əgər ABC modul deməkdir, modulda 40 ondan böyükdürsə, bəli, böyükdür. Bir də modulda A, yəni 40, 40 da 100-dən kiçikdir, bəli, düzdür. Ona görə bu if ödəndiyi üçün bunun bu paralelindəki else-yə baxmıram.
Bu çıxdı. İndi Süper. keçdim bu aşağı, buradakı if-ə. Bu hissəyə. If demək A-nı 10-a böləndə tam hissə 4-dür, 5-dən böyükdürmü? Yox. Ona görə bu səhvdir. Baxacağam bunun LC-sinə. A olacaq demək 5 vurulsun A. Yəni 5 vuraq 40, 200. Sonra Güzel. təzədən bu şərtə baxacağam. Yəni buradakı ifə. Demək A 100-dən böyükdürmü? 200 100-dən böyükdür. Bəli. Bu zaman B-ni də nə edəcəyik? B bərabər olacaq A-nın 2-yə böləndə tanısı. Yəni 100. Zaten qalıq düşmür. İndi A 200, B 100 tapdım. Gəldim bura. Bu B bərabərdir. B üstəgən 10. Yəni 100-ün üstə 10 gəlirəm 110. Bu oldu B-nin yeni qiyməti. Bizə də deyib print B, B-ni çap edək. Yəni B-nin yeni qiyməti 110 cavab Y bəndi. Efendim, doğrudur. Süper. Tamam. 54. Bir tane. Xüsusilə onca da daxil edilib A10 üstü. Birincinə deyək ki, A ondan böyükdür. Bu hissə düzdür, amma 2-yə qağı 0-dır deyə bu hissəyə baxmırıq. Yəni A bərabər A plus 10 da gedir burada. Elif A-nın 5-ə qalığı, yəni 3 böyükdür 1-dən. Ona görə yəni A-nı vuracaq 2-yə, eləyəcək 26, A bərabər 26. İkincisi də deyir, yenə burada birincisi ödənilir A 5-dən böyük olmağa. Amma ənddə A-nın ondan kiçiyi və ya bərabər Yok, olması Dənet bir ödənilmir. söz deyim. Dənet yok. Elif ödendisə sonrasına baxma. Fisyo getdi. Bu tərəfə getdi. Artıq. İf kimi deyil də Elif. Hə, yaxıdırlar print hour 2, 26 və 52. 52. Hə, belə olacaqdı. Yəni if kimi müstəqil deyil. Elifin biri ödəndisə sonrasına baxmırıq. Bu nümunəni görməmişdik bu arada. İndi gördük. Bayaqdan belə bir şey yox idi. Yəni bu Elif'i gördün, həll etdin, sonrası baxılmayacaq, sonrasına getməyəcək. Sonrası əks tərəfdir çünki. Müəllim, bir söz deyə bilərəm. Olsa baxardınız, bəli. Yəni bu sualda belə deyək də, tutalım ki, birinci if ödəndi da deyək. Aha. Onda ondan o tərəfə elifənə baxılmamalıdır. Yəni Heç çünki nəyə elif baxılmayacaq. yox olanda qoyuldu da. Aha, Elif ifin yanlışlıq Əksdir. halında. Bildim, Yanlışlıq bildim. halında baxılır, bəli. Ondan sonra hansı Elif oldusa ona baxır, fisyo qurtarır proqram. Ayrı Olmaz, elifə baxacaq. baxmayacaq. Hə. Hər dəfə Elif yanlışlıq halıdır, elə bil ki, özündən əvvəlkinin yanlışlıq halı. Başa düşdüm, başa düşdüm. S kimidir. Bir növ S kimidir. Sadəcə olaraq baxın, S-dən sonra 2 nöqtə gəlir. S-də şərt yoxdur. Amma elifdə var. Elifdə var. S elə bil ki, çıxmaz küçə deyirlər. Sonuncu küçə. Yəni ondan o tərəfə yoxdur. S sonuncu variantdır. Həmişə ən axırıncı qoldur. Algoritmdəki. 55. 55-də A-nı mən dedim. 55-də A-nı 15 verib, stringdədir amma. B-də də 5-i stringdə 5 verib, K-nı da 3 verib. Soruşur A-nın 15-dir, B-də 5 oldu. 15 5-dən böyükdürmü? Çap eləyəcək. 15 üstə gəl 5 20-ni çap eləyəcək. Onu İndi mən- incə özün dedin. Qayıt. Qayıt. Necə? İndicə özün bir şey dedin. Bir də bax. Mən deməyəcəm. Özün bax. Bir də bax. Təzədən bax nə etdiyinə. Həm integerdə verib də A-nı 15. Integerə 5-dən mənimsədi bağını. A-nı mənimsətdi integer. A bərabərdir int A dedi. Xeyr. Neynədir? Orada şərt kimi yoxladı. Deyir ki, int A böyük olar int B-dən. Hə. Amma A-lı B-ni dəyişdi, mənimsətdi. 15 və Necə topladı onda? İndi 15 5 olacaq. Yəni 155 kimi. Bəli, bəli, bəli. Все, bitdi. Hə. Sonrasına da baxmayacaq. İlsə Deyib. də elsə də baxmırıq da. If doğru olursa şu Elif S getdi, sonrası yoxdur. Hı. Yolu döndü. Aha, 56. 56. Bir saniyə mənim qələmi götürüm. Hə. Python bir dənə səhifəni aşağı endirə bilərsiniz, zəhmət olmasın. Buyur. Hə, çox sağ olun. Demək x 7-dir, y olacaq x-dən 2 vaydaz, yəni 5. Sonra x təzədən olacaq 3 vuraq y, yəni 3 dəfə 5 15, üstə gəlinsin x olacaq 22.
Sonra burada verib C bərabərdir x üstəgələn y. Yəni x 7, daha doğrusu 22 üstə gəlinsin y-imizdə 5-dir. 27. 7. Bu da C-nin qiyməti. Sonra gəldim bura. Deyir ki, x 30-dan kiçikdirmi? X-i tapmışıq ən son 22 kimi. 22 30-dan kiçikdirmi? Bəli. Bu düz olduğu üçün bunun paralelində olan LC-yə baxmırıq. Bunu çıxdım. Aha. Bu arada bu C üstəgəl 5 müstəqil deyən ona dəymirəm. Keçdim aşağı. Y-i deyir 5% artır. Y 5 idi da. Y-i 5% artıranda Y-in yeni qiyməti olacaq 10. Hı. Sonra təzədən aşağıda bir də şərt verib. Deyin Y ondan kiçikdirmi? Xeyr, Y 10-a bərabərdir. Ona görə bu şərt ödənmir, avtomatik else hissəsi ödənir. Yəni C-dən 3% artıq. C-ni də tapmışam 27. 27-ni də üstə Aha. 3 gəlində elədi 30. Sonra axırda deyir ki, C-ni 5% artır bu hissədə. C-ni də 5% artıranda eləcək 35. Mənə də nə deyir? Deyir print C A bəndi. Yəni bu Əla, çıxır. əla, əla, əla. 57. 57'ni keçməmisiniz. Defdi bunu burada for'da keçməmisiniz. Return'ü də keçməmisiniz. Ona görə 57 qalır. 57'ni işarələyin, sonra def keçəndə baxarıq. 58. 7 bir sözləri daxil edilib arzu olaraq. A n 7-dir, A bərabər 1, B 3. If A böyükdür B və A böyükdür N. A böyükdür B olmadığı üçün bu şərt ödənilməyəcəkdir. Else baxmalıyıq. Else if A böyükdür B yenə bu şərt etdi. Else yəni ən sonuncu else baxmalıyıq. Print A plus B yəni A plus B 4, 4 vurulsun N yəni 7, 28 Y bəndi. Y bəndi 58. Düzdür. 59. 59-da klaviaturadan uyğun olaraq B8, 4 ədədləri daxil edilib. Deməli, N 5-dir, A 8-dir, B-də 4 olub. Soruşur ki, A B-dən böyükdürmü, 8 4-dən böyükdürmü və 8 N-dən 5-dən böyükdürmü? İkisi də ödəddiyə çap olunacaq. A üstəgəl, A 8-dir, üstəgəl B 4-dür, N-də 5-dir. 4 vurulsun 5, 20, üstünə də 8 gələcək, 28. Sonra altında verilib deyə buna da baxacağıq. A B-dən böyükdürmü, 8 4-dən böyükdürmü? 1-i ödədi deyə elə çap olunacaq. A vurulsun N, 8 vur 5, 40, üstəgəl B-də 4, 44. 28-dən 44. Düzdür. Doğrudur. 60. 60. Demək deyir ki, klaviaturadan uyğun olaraq 2, 4, 1. Yəni N, hardan yazım? Hə. N 2-dir, A 4-dür, B-dəki 1-dir. İlkin qiymətləri. Sonra deyir if əgər A B-dən böyükdürsə 4 2-dən böyükdür. Ödədi. Bir də A N-dən böyükdürsə, daha doğrusu 4 2-dən böyük yox. Birinci tərəfdə olmalıdır 4 1-dən böyükdürsə ödəyir, 4 2-dən böyükdür ödəyir. Avtomatik bunun paralelində olan LC-ni atıram getdi. Yəni bu hissə gedəcək. Sonra keçdim burada print hissəsinə. Deyin A üstə gəlsin B vurayım. B-ni yenə vuranda 2 eləyir. Üstə də 4 gələndə eləyəcək 6. 6. 6 çap olundu. İndi 6 çap olunub. Keçirəm aşağı buradakı if hissəsinə. Deyir A B-dən böyükdürmü? Bəli, böyükdür. Avtomatik or olduğu üçün heç davamına baxmıram. Biri düzdürsə keçirəm aşağıdakı. Nədir burada şərt? Deyir A vurulsun N üstə gəlsin B. A-na N-ə vuranda 4 vur 2 8. Üstə də gələcək 1 eləyəcək 9. 6 6 olacaq 6 və 9. Yəni baxın 9. görün. B bəndi. Düzdür. 61. A bərabər 5, B bərabər 3. C-də 5-in kvadratı 25, sonra 3-ün kvadratı 9, 25-dən 9, 16, 16-nın üstü 0.5, yəni 2 altında 16 deməkdir. İkinci dərəcədən 2 altında 16, o da 4 eləyir. Aha. Sonra C böyük bərabərdir 5. C böyük bərabərdir 5. Bu yanlışdır. Ona görə else getməliyik. Sonra burada else-in ifində də deyir ki, C 3-dən Kiçikdir kiçikdir. B. Kiçik deyil. Ona görə else getməliyik. -1-i print eləyəcək sonra da.
Bəli, doğrudur, doğrudur. Görsən diqqətli olana nə qəşəng gedir. Dənət. 62. Buyurun. 62-də klaviaturadan B simvolu daxil edilib. Bu stringdə olacaq da mən. Bəli, dırnaq içərisində B olacaqdı. Bəli. B-ni Aha. də G kimi verib stringdə. Soruşur B bərabərdirmi? B-nin elə bunun Bu o G-yə B bərabər deyil ha. olacağından, bəli. Aha, o B dəyişəndə, o birisi B simvoludur. Dəyişən, biri dəyişəndə, biri simvol. Aha. Ona görə elifə baxacağıq. Sonra yenidən Aha. soruşur. B G-yə bərabərdirmi? Bu da səhvdir. Digər elifdə B bərabərdirmi? Burada stringdə verib deyə düzdür. Elə Düzdür. print eləyəcək bu da adlanmanı. Bitdi. Bəli, sonrasında baxmayacaq. Bax bu nümunə çox qəşəng nümunədir. Baxaq. If yanlış oldu. Düzdürmü? If yanlış oldu deyə elifə baxdı. Elif də yanlış oldu deyə bu elifə baxdı. Bu elif doğru oldu deyə ondan sonrasına baxmadı. Aydındır? Maraqlıydı bax bu nümunə kimi. 63. 63. Sadə sual oxşuyur müəllim. Deyin A klaviaturun adına 10 daxil edildi. Yəni A 10-dur. B 15-dir. Deyir, əgər A mənfidirsə, yox bu ödənmədir. A B-dən kiçikdirsə, B 15-də bu ödəndiyi üçün or var deyən A-nın üstünə 7 gələcəm. Eləyəcək A 17. A 17. Demək, aşağıda təzədən bir də bu şərtə baxacağıq, bu if olana. A-na 2-yə böləndə 17-yi 2-yə böləndə qalıq 0 olmadığı üçün. And var deyə də burada biri səhvdirsə, avtomatik mən bunu Bitdi. götürməyəcəm. Print A, A-nı da tapmışam 17, cavab D-dəndir. Bitdi. İyi, düzdür. 64. A bərabər 20, B bərabər 15, A bərabər A minus 2 yox da. Dolayısıyla 2 vurulsun B-ni, Aha, əla. A çıxılsın, yəni 2 vurulsun B. O da Aha, eləyəcək, yəni 20 çıxılsın, 2 vurulsun 15, o da mənfi 10. aha. If A böyükdür B, A böyükdür B. Bu şərt yanlışdır. Yəni öyrənilmədiyinə görə else baxmalıyıq. C bərabər 2 vurulsun A minus B, yəni 2 vurulsun mənfi 10, elə bir mötərizədə də 2 vurulsun mənfi 10 çıxılsın 15, o da yəni mənfi 20 çıxılsın 15, mənfi 35 eləyəcək. Sonra da Düzdür. B-dən. Doğrudur. 65. Həmişə harda əcazə 65-də hərfi var, gəlir aytaca düşür. Hə, 65-də Akif. bir Python dilində tərtib olunmuş proqram 10 dəfə icra olunarkən ardıcıl olaraq x və y dəyişənlər üçün bu ədədlər daxil olunub. Mən burada əgər axırda deyir ki, else daxil olsun, yəni B çap olunsun da. Aha. Ona görə else əgər olubsa, if-ə baxmayacaq, yəni if şərti ödənməməlidir. Hə, bax, Burada x məsələ Z-dən də nədir? kiçik Bura olmamalıdır. 2-dir də, düzdürmü? Aha. Bəli. Deməli biz birbaşa bu cütlərə baxacağıq ki, hansında Bəli. x 2-dən kiçikdir və yaxud da y, yəni ikinci tərəf ondan böyük, 9-dan böyük İkisi də onlara şərti baxmalıyıq. ödəməməlidir də. Yox, ikisindən biri yox, eləyək də gəl İkisindən biri A-dırsa ödəsə, A-ya plus A-da qoyaq, var. B-dirsə B-yə. Axırda sayaq. Birincidə hansı ödəyir? İkisi də Birincidə ödəməyəndə B-yə plus Y qoyacaq, ödəyir. düzdür? Bəli. Birincidə Y ödədi. Deməli bu getdi A-ya. İkincidə İkincidə ikisi də ödəmir. 2-dən kiçikdir, 9-9-dur. Getdi B-yə. Aha, sonra. Üçüncüdə X ödəyir. Ona görə A-ya getdi bu. Dördüncüdə 5 X Hardan ödəyir. Bu da ödədi? A-da. Nətər? Üçüncü nətər getdi A-ya? 3 kiçikdir 2-dən, yox. -5 böyükdür Mənfi 5 9-dan, bəli. yox. Böyle götürdüm mən. Ya da B, hə, sən B götürdün, karıq A götürdüm. Elə bilmirdim A-dır. Ha, dördüncüdə Dördüncüdə 5 -7 ikisi də ödəmir. O da B olacaq. aha, Beşincidə 2, 10 Y ödədi. A olacaq o. aha, Altıncıda 0 X ödəyir. Ona görə bu da A olacaq. aha, Yeddincidə hər ikisi ya X ödəyir. -16-dır. Bu da A olacaq. 8, A 3 oldu. ikisi də ödəməyəcək. B olacaq bu. 8, 3 cütü. Bəli, B-dir, düzdür. 24, 0 ikisi də ödəməyəcək. Bu da
B olacaq. Axırıncıda da 11, 15, Y ödürdük A olacaq. 5 dəfə çap olundu B. Bəli, cavab C idi 5 dəfə. 66. 66 deyim müəllim. Bəli. Bu arada bu sualı məncə uşaqlar yazmışdıq biz sinifdə. Cavablarda deyəsən 6 vermişlər, amma 5'dir. Səhvlik yoxdur yəni. Birdən yoxlayarsınız, sonradan bilin. Aha, 66. D klaviaturadan 31 daxil edilirsə, yəni bir dəqiqə x31-dir da. x31 olarsa, Aha. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Demək, x-i 5-ə böləndə qalıq 1-dirmi? Bəli. Or Aha. var deyən buna baxmadan lazımdır. Y bərabər olacaq. X-i 7-yə böləndə tam hissə. 31-i 7-yə böləndə tam hissə 4 düşür. 4 Aha. tut. Bir saniyə. Düzdür. Bir dəqiqə. 4. Aha, sonra x-i 4 eləyəcəm. X vur Y. X'imiz 31'di, Y'imiz 4'tü. 31 vur 4 eləyəcək 124. X'imiz oldu 124. Avtomatik bu if ödədiyi üçün bunun paralelində olan else-yə baxmıram. X-i çap eləyirəm. X'imiz də 124'dür. Yəni cavab C bəndi. Mən bugün nəysə mənə çox asan suallar düşür. Ha. Niyə Aytaçla sırağı dəyişək? Buyur. A bərabər 25, B bərabər 54. If A-nın 7-yə tam hissəsi, yəni 25-in 7-yə tam hissəsi 3 eləyəcək. Aha. Nida bərabər işarəsi, yəni o demək ki, fərqlidir. Bəli. B-nin 7-yə qalığı 54-ün 7-yə 5 eləyəcək. 3 5-dən fərqlidirmi? Bəli, olduğuna görə C bərabər Bəli. C bərabər 8 bloku. 8, Aha. yəni o əməl eləyəcək. Sonra C bərabər C plus A-nın 8-ə qalığı eləyəcək, yəni 25-ə 8-ə qalığı eləyəcək 1. C-nin də 8 olduğuna görə 8 üstə 1 bərabər 9. Aha. Sonra o 9. biri bloklara baxmamalıyıq. Yox, yox. Bax. Bu else baxmayasan düzdür. Amma bu if müstəqildə axı buna baxasan. Yəni o biri ondan sonra kim elə deyim, o hesab Aha. baxmayalım. Sonra if A böyükdür C və C böyükdür B. A 25 idi. C 9 birinci şərt ödəndi. C böyükdür B. 9 böyükdür 54. Bu ödənmədi. Elifə baxırıq. Elifdə A-nın ona tam hissəsi. A 25 idi. Ona tam hissəsi 2 dəfə düşəcək. 2 7-dən böyükdür. Yəni ödənmədi. Əks halda else keçəcək. C bərabər 10. C bərabərdir. C çıx A. Yəni 10 çıxılsın. 25 mənfi 15 C-dən. Düzdür, düzdür. 68. 68-də deyir ki, n dəyişənin hansı ən kiçik natural qiymətində proqram fraqmenti nəticəsi 100-dən böyük natural ədəd olar? Aytaç, Burada bunu dəyişərsən sübhanla. Bütün maraqlı suallar sənə düşür. Dəyişərsən o da Yəni istəyir. fərqi yoxdur mənim üçün. İstəyirsən yazsın da. Gəl Sübhan, gəl. Ürəyində qalmasın. Gəl elə Aytaç bilsin yazar. De Sübhan. Müəllim, demək ki, n dəyişənin ən kiçik natural qiymətində proqram fraqmentinin nəticəsi 100-dən böyük natural ədəd olar. İndi biz n-i Aha. 100-dən böyük natural ədəd götürməliyik. Buna görə tərsinə gedəcəm. Yəni belə deyək də, aşağıdan yuxarı gedib baxmalıyam ki, elə tapım. Demək, birinci baxıram. Bu n axırda burada çap olmazdan qabaq 2-yə vurulubdur. İndi biz bu əvvəllərdə n-i elə ədəd seçməliyik ki, həmin o n ədədi 50-dən böyük olsun. Hələ ki, bu mənim şərtimdir. İndi baxıram. Demək, əks halda n-i vururlar 4-ə. Əgər əks halda olmasa, mənim bir söz deyim, bunun variantlarla getmək olardı. Yox, yox. Sən nə fikirləşəsən? Sənə istəyir ki, eni ən balaca götürəsən, ən kiçik götürəsən. Aha. Eni ən kiçik götürmək üçün eni burada ən çox böyükdən nədir ona baxmalısan. Nədir? En vur 4-dür də. n vur 4-dür, bəli. Ona görə Aha. mən indi elə də seçməliyəm ki, həmin ədədi 4-ə vuranda 50-yə yaxın olsun.
50-ni böl 4-ə neçə eləyir? Təxminən 12 tam Onda 5. onda 5, bəli. Təxmini, hə. Deməli də 12 qoy gör enin yerinə alınır. Bir dəqiqə silim qoyuram buranı. Bizə saniyə mən. Hə. 12 qoysam onda burada enin yerinə. Çünki 11 qoysan 100-dən kiçik eləyəcək də sənədədir. Baxın da bir dənə 12 qoysam, 12 qoysam 2-yə böləndə bəli, n olacaq 13. N 3-ər olmayacaq. Əks haldası da 4 dəfə 3 12 52 ödəmiş oldu. Bəli, elə cavab 12-dir. 12. Başa düşdün necə? Çünki 11 olsa da 100-dən kiçik olacaq onsuz da. Bəli, bəli, 11 olsaydı, 11 Az olsaydı, olacaq. onda biz az olacaqdı, bəli, bəli. 44 vur 8 olacaqdı. O da 88. Hə, o Ona da görə o 4-ə bölüb ən yaxın ədədi götürürük. bəli. 69. Aytaç buyur. 69-da A-na 2 verir, B-ni 7. A-nın B-yə qalğa 2, 7-yə qalğa 2-dir. Sıfırdan fərqlidirmi deyə soruşur. Bəli, burada A-nı çap eləyəcək, bir də sonunda boşluq olacaq. Sonra digər ifə baxırıq. A plus B 9-dur, 5-ə bərabərdirmi deyə soruşur. Else baxacağıq. Axırda D-ni çap edəcək. A boşluq D olacaq. Boşluq deyil, düzdür. Düzdür. 70. Buyur Dəvət. Əgər kvadratdan daxil edəcək x və y-lər üçün 20 böyük bərabərdir, kiçik bərabərdir, x böyük bərabərdir 50, 50 kiçik bərabərdir, y böyük bərabərdir 150 şəklindəsə, Python dilində yazılmış proqram hansı insan heç vaxt verməz. Birinci x-ə 20, yəni bərabər olduğu üçün də x-ə 20, y-ə 50 verə bilərik. Bəli, bəli. Hə, sonra Onsuz da Sübhan, siz belə bir şeyə baxanda, yəni komment verim sizə. Burada ya 153 olmalıdır cavabı, ya 60 olmalıdır. Çünki bu bir diapazondursa, yəni diapazonun ən ucu nöqtələrindən biri olacaq da, ya bu ən kiçik daxil deyil, ya bu ən böyük daxil deyil. Yəni 63 ola bilirsə, 60 ola bilirsə zaten 63 də ola bilər də. Ən Aydındır. kiçiyinə ən böyüyünü yoxlamaq lazımdır. Hə, birin yoxlasaz bəsdir. Məsəl üçün indi 20 ilə 50 verəsən. 20 ilə 50 verəndə tamam ki, görsən ki 60 daxil deyil. Deməli budur. Olmasa deməli 153-dür. Yox, 60 daxil deyilsə elə 60-dır. Hə, 20-nə 50 qoy yaz. Düz yoldasan, yaz. x böyük bərabərdir 0, hərəyə gedəcək də bu, çünki x 20 vermişdik. Hə. Sonra x kiçik bərabərdir 75, kiçikdir 20, hə, bu da hərəyə gedəcək. Yəni y bərabərdir x vurulsun 2, yəni 40. 40. If x kiçikdir 20-dən, bu şərt ödənməyəcək, else edəcək. Y-i almışdıq bayaq yuxarıda 40. 40-ı Hansı vuracaq elsə getdin ki? aşağıda else. Yox, yox. İlk Bir nə də aşağıda? gəl başdan baxaq. Bu şərt ödəndi. O şərt. Böyükdür Bəli, mü? bəli, Bu else getdimi? bəli. İndi gəl bu şərt ödəndi. O şərt. Bəli, ödəndi. Bu else getdimi onun sırasındakı? Aha. Davam elə. Tamam. Onda sən hansı else getdin? Y bərabərdir x vur 2, yəni 40. Sonra yazıb if x kiçikdir 20-dən. X kiçik 20-dən deyil də. Ona Deyil. görə 40-la Heç də eləmirsən. hə, print yox, aşağıda print var da. Həm də burada heç də eləmirsən. Yəni bunun içində o mən deyirəm. Ha. Onda 40 üstərilir. 40 üstə 20 60. Deməli Y bəndi deyil, onda C-də. Deməli Y deyilsə 60 daxildirsə 60-ı verər deyə. 153 deyil. Yəni burada neçə dəfə yerdə qoymağa, yazmağa ehtiyac yoxdur bu tip məsələdə. 71. Bir də biz siz evə verəcəyiniz tapşırığa baxacağıq, yoxsa yox? Bugün baxa bilməyəcəyik, baxarıq yaxşı. O da yekunlaşdıraq 70-ə qədər yazdıq. Sonrasını evdə yazarsınız. Ev tapşırığınıza baxaq. Oldu. Bunun sonrası davamını evdə yazın. Neçəyə qədər yazacaqdı? Ona 120. baxıram elə. 100-ə qədər. 30 da nədir? Oldu müəllim. Saniyə. Aha.
Ev tapşırığına baxın dendi. Ha, baxacağıq indi. Bir saniyə mən istəyirəm. Bunu dayandıram.